də rus sektoru üzrə də dərs keçirəm. Yəni müəllimlər yazırlar, zəng edirsiniz. Çox üzrlü sayın, həqiqətən indi bilmirəm burdakı müəllimlərdən varmı zəng edən. Çox zəng olunur, vaxtım olmadığı üçün geri dönüş edə bilmirəm. Ona görə WhatsApp-da yazın ki, vaxt edən üçün mesajlara baxıram. Başlayıram izahı o zaman. Piaget-ni izah edim. Sual-cavabda Montessori-də olacaq. Əsas məqamları qeyd edəcəm ki, çox vaxt getməsin, sual-cavaba çox vaxt qalsın. Səslərə bircə diqqət yetirin. Səslərə diqqət yetirin. Dərsə asanlıqla qoşula bilirsiniz. Niyə mənə mesaj gəlir ki, qoşula bilmirik? Qoşulmaq olur asanlıqla. Problem yaşamadınız qoşulanda. Xeyr, Xeyr. müəllimə. Xeyr, Yaxşı. yox müəllim, normal. Yəqin müəllimlərin internetindəndir və yaxşı başlayırım izaha. Deməli, terminlər falan əsas ümumi izah edəcəm. Deməli, Jean Piaget nəzəriyyəsi koqnitiv inkişaf nəzəriyyəsidir və yaxud zehni inkişaf. Baxın, adı ya Jean Piaget nəzəriyyəsi necə qeyd olunur? Ya koqnitiv inkişaf nəzəriyyəsi, ya da zehni inkişaf. Yəni, fundamental xarakter burada zehni inkişaf hesab edilir. Piaget 50 ilə yaxın öz 3 övladını müşahidə edib, belə deyim, qeydlər aparıb və bu nəzəriyyəni irəli sürüb, yəni öz uşaqları üzərində təcrübə aparıb və zehni inkişaf nəzəriyyəsini irəli sürmüşdür. Piagetə görə uşaqlar özləri müstəqil öyrənəndə, müstəqil tək başına ətraf aləmi kəşf edərkən öyrənəndə daha yaxşı inkişaf reallaşır, nəinki kimsə kömək edəndə. Yəni, Piaget nəzəriyyəsində müstəqil öyrənmə əsasdır. Baxın, burada qətiyyən kənardan dəstək, uşaqlara nə isə öyrətmək və yaxud uşağa yönləndir, istiqamət ver, scaffolding et, qətiyyən bunlar qəbul edilmir. Yəni, Jean Piaget uşaqların tək başına müstəqil öyrənmə tərəfdarıdır. Çünki deyir, sən uşağa nə isə hər hansı bir məlumatı ötürərkən, ona hər hansı bir biliyi ötürərkən, uşağı passiv bir mövqeyə keçirirsən. Çünki uşaqlar aktiv şəkildə ətraf aləmi kəşf edən varlıqlardır. Baxın, aktiv sizə situasiya yaradar. Deyər, Piagetə görə uşaqlar ətraf aləmi aktiv şəkildə kəşf edirlər, yoxsa passiv, aktiv. Bəs nə zaman onlar passiv mövqeyə keçid edirlər? Siz onlara nə isə öyrədərkən. Yəni, Piagetə görə uşaqlar üçün elə bir mühit yaratmaq lazımdır ki, orada öz kəşflərini etsinlər. Yəni, tədqiqat aparsın, axtarsın, araşdırsın, hər bir şey toxunsun. Çünki özü, indi körpə uşaqlar əlbəttə ki, bilirsiniz də, əşyavi manipulativ dövrdür. Hər bir şeyə toxunmaq istəyir, hər bir şeyin dadına baxmaq istəyir, hər bir şey ona maraqlıdır. Çünki təcrübəsi də, biliyi də azdır. Və biz çalışmalıyıq ki, hər bir şey toxunmağa, əlbəttə təhlükəsiz mühit qurmaq mütləqdir. Yəni, biz uşaqlar üçün təhlükəsiz bir mühit təşkil edirik və orada hər bir şeyi kəşf etməyə icazə veririk. Piagetə görə necə bir yanaşmadadır? Deyir, uşaqlar o maraqları sayəsində hər bir şeyi öyrənirlər. Yəni, öyrənməyə maraqları sayəsində başlayırlar. Əgər sən onu nə isə qadağa etdikdə və yaxud uşağa nə isə görə cəza verdikdə onun marağını söndürürsən. Və yenidən, misal üçün, ola bilər hər hansı bir əşyanla oynayır, hər hansı bir, belə deyim, qab-qacağa əlini vurur, onu sındırsa belə sən onu yenidən ala biləcəksən. Amma uşağın marağını söndürsən, onu yenidən geri bərpa etmək çətin olacaq. Yəni, icazə ver, hər bir şey toxunsun, kəşf etsin, öyrənsin və qətiyyən uşağa nə isə öyrətmə. Çünki uşaqlar özləri ətraf aləmi kəşf edərkən onlarda öyrənmə daha effektiv olur. Və Piagetə görə ilk öncə uşaqlarda zehin inkişaf olunur, sonra öyrənmə baş verir. Baxın, situasiya verəcək. Bu arada testlər işlədəcəm sizə, bazar günü, sabah. Deməli, Piagetə görə uşaqlar nə edirlər? Yəni, hər bir şeyə maraq nümayiş etdirirlər, hər bir şeyi öyrənməyə həvəsləri olur, maraqları olur və biz ona dəstək olmalıyıq, yəni elə bir mühit yaratmalıyıq ki, hər bir şeyi kəşf etsin, öyrənsin. Qətiyyən nə isə qadağa etmək, nə isə cəza vermək olmaz. Çünki o zaman uşağın marağı sönür. Və yenə qeyd edirəm, ilk öncə zehin inkişaf olunur. Zehin burada elə adından da nəzəriyyənin məlumdur. Düzdürmü? Koqnitiv nədir? Zehni inkişaf nəzəriyyəsidir. Və ilk öncə deyir, uşaqlarda zehin inkişaf olunur, sonra öyrənmə baş verir. Öyrənmə zehni inkişafdan sonra gəlir. Baxın, sonra, əvvəl deyil ha. Çünki əvvəl gəlsə Vygotsky nəzəriyyəsi olacaq. Vygotsky ilə Piaget bir-birinə zidd fikirlərdədirlər. Və Piagetə görə ilk öncə zehni inkişaf, sonra öyrənmə. Piagetə görə sosial münasibətlər əsas rol oynamır. Nitqin rolu minimaldır. Yəni, sosial münasibətlərdə dəstəkləmir. Nitqin rolunu da burada vacib hesab etmir. Çünki deyir, uşaq özü müstəqil şəkildə kəşf edərkən, ətraf aləmi öyrənərkən inkişaf olunur. Ona kənardan dəstək lazım deyil. Və Piagetə görə uşaqların inkişafı, yəni bütün uşaqların, yaşlar üzrə bütün uşaqların inkişafı 4 mərhələdən keçir. Hansı mərhələlərdir? Sensomotor və yaxud hissi hərəki 0-2 yaş,
İlkin əməli və yaxud əməliyyat öncəsi 2-7 yaş, konkret əməliyyatlar 7-11 yaş, formal əməliyyatlar 11 üstü, yəni 11-18 yaş. Yaxşı, bax, yadınıza saxlayın. Düzdür, sizə konkretlə formal mərhələ elə də aid deyil, çünki o məktəb dövrünə aiddir. Amma sensomotor, yəni hissə hərəkəti 0-2 yaş və ilkin əməli mərhələ haqqında mütləq ki, məlumatlı olmalısınız. Və sensomotor mərhələ 0-2 yaşdır. Bunu yaş fəaliyyətlərini keçmisinizsə, azdan çoxdan məlumatınız olar ki, bu yaş dövründə uşaqlarda nitq mənimsəmədir, yeni-yeni dil açırlar uşaqlar. Əşya manipulyativ dövrdür, əşyalara, oyuncaqlara maraq göstərirlər. Ətraf aləmdə nə varsa, qab-qacağa, əşyalara, daşa, torpağa, hər bir şeyə marağı var. Niyə? Çünki təcrübəsi azdır. Çünki biliyi azdır, ona hər bir şey yaddır və o yadlığı, tanış olmayan obyektlər onda maraq oyadır onu öyrənməyə. Hətta bu yaş dövründə uşaqlar oyuncaqları belə sındırmağa meyl edirlər. Niyə? Çünki onun xaricini kəşf edir, indi də onun daxili ilə maraqlanır ki, görüm onun içində nə var. Düzdürmü? Yəni diqqət yetirmisinizsə, 1-3 yaşında uşaqlar oyuncağı tez-tez sındırırlar. Ya bunu xəlbətdə edirlər, ya da açıq-aşkara. O da nədən irəli gəlir? Ona maraqlıdır, görüm bu oyuncağın içində nə var? Səs çıxardırsa, səsi hardan çıxır? Və yaxud nəqliyyatdırsa, maşınsa, deyək ki, onun içində nə var? Və s. və onu sındırmağa cəhd göstərir. Daha sonra bu yaş sensomotor mərhələdə uşaqlar əşya davamlılığı, yəni terminləri əsas izah edim. Əşya davamlılığıdır, səs bulaşmasıdır, bunlar mövcuddur. Əşya davamlılığı nədir? Uşaqlar hardasa 7 ayına kimi əşyanın arxasınca baxmır, onların gözdən itəndən sonra varlığını xatırlamır. Baxın, uşağın əlindən oyuncaq alın, hardasa 6 ayında, 7 ayında heç onun arxasınca ağlamayacaq, baxmayacaq. Niyə? Çünki o dövrdə, yəni bu yaş dövründə uşaq əşyanın var olduğunu anlamır. Yəni gözdən itdisə yoxdur artıq. Amma hardasa 7 aydan sonra, 8 aydan sonra uşaq yavaş-yavaş oyuncaq alınanda onun arxasınca boylanır. Baxın, oyuncağı, əşyanı əlindən alanda arxasınca boylanır. Çünki artıq yavaş-yavaş əşyanın davamlı olduğunu kəşf edir. Və bir dəfə misal üçün ağlayır, əşya əlindən oyuncaqda deyək ki, əlindən düşəndə görür ki, valideyni və yaxud yanında kimsə böyük var, gətirir oyuncağı uşağa qaytarır. Və artıq düzdür, burada şuursuz mənimsəmə dövrüdür, şuursuzdur uşaq, elə də yəni təfəkkürü dərk etmir ki, oyuncaq düşdüsə, deməli o hardadırsa valideyn gətirib verəcək, amma refleksiv olaraq artıq anlayır ki, ağlayan kimi gətirib oyuncağı verəcəklər. Və ona görə görürsünüz, uşaq oyuncağı ağlayır, gətirirlər, verirlər, bir də yerə atır, ağlayır, bir də gətirib verirlər, yenə yerə atır və bununla bağlı testlər təşkil edirlər. Mütləq ki, belə deyim, məktəbdə də belə bir testlə müəllimlər qarşılaşıb. Yəqin ki, MİQ imtahanında da qarşılaşmısınız. Nə deyir? Deyir ki, uşaq davamlı olaraq əşyanı yerə atırsa və yaxud oyuncağı yerə atırsa, burada səbəb nədir? Niyə bu hərəkəti nümayiş etdirir? Variantlarda verir, misal üçün, valideyni qıcıqlandırmaq və yaxud valideynlə oynamaq, əşyanı sındırmaq və s. Bir dənə də variant verir ki, əşyanın davamlı olduğunu kəşf edir, onun sevincini yaşayır. Bax, doğru variant budur. Uşaq əslində valideynlə oynamaq məqsədində deyil, əşyanı sındırmaq həvəsində deyil qətiyyən. Sadəcə əşyanı yerə atır, görür ki, misal üçün, deyək ki, kravatın altına getdi, görmür artıq, amma ağlayan kimi gedib oradan çıxardıb gətirib verirlər və yaxud masanın altına gedir oyuncaq, o görmür də, amma görür ki, ağlayan kimi, yaxud qışqıran kimi gətirib tez onu verirlər və bunun sevincini yaşayır deyə dəfələrlə oyuncağı yerə atır. Bax, səbəb budur. Nəyə görə atır? Ki, əşyanın davamlı olduğunu kəşf edir və onun sevincini yaşayır. Daha sonra səs bulaşması. Diqqət yetirmisinizsə, uşaqlar körpə dövründə də elə 0-2 yaş aralığında. Məsələn, möhkəm səs olan kimi ona refleksiv olaraq qarşılıq verir. Yəni, biri möhkəm qışqıran kimi başlayır, o da ağlamağa, qışqırmağa, qorxu, təşvişə düşür sanki və yaxud əlinizdən qab-qacaq yerə düşsün, möhkəm səs çıxartsın, yenə qoşula bilmədim, 100 nəfər tamam oldu, nə edə bilərəm? Aha, deməli, görürsünüz, qab-qacaq, qazan əlindən düşür. Yəni, inanıram ki, hər birinizin həyatınızda körpə uşaqlar olub, diqqət yetirmisiniz yəqin. Qazan əlinizdən düşdüsə, o möhkəm səs çıxardır axı dəmirdirsə. Uşaq tez onu başlar belə diskinir sanki və qışqırır, ağlayır və digər uşaq qışqırar, ağlayır, bu da ona qarşılıq verir. Siz möhkəm kimisə dava mahiyyətli deyil, sadəcə kimisə çağırırsınızsa yüksək səslə uşaq ona reflektiv olaraq başlayır qarşılıq verməyə, qışqırmağa. Səs bulaşması budur. Daha sonra bu yaş dövründə uşağı təşvişdən qorumaq vacibdir. Həmçinin emosional bağlılıq dövrüdür. Yəni böyüklərə emosional bağlıdırlar. Görürsüz, özləri öz ehtiyaclarını qarşılaya bilmirlər də. 0-2 yaşında, yəni 0-2 yaş aralığında 5 aylıqda uşaqdır. 1 yaşında da, yaş yarımında da 2 yaşına qədər ta ki. Görürsüz, uşaq müstəqil hər hansısa bir işini yerinə yetirə bilər. Deyil, düzdür? Yəni ona mütləqçi qayğı lazımdır. Görürsüz, yeməyini də biz veririk, əyini də dəyişdiririk, yuxuya da biz qoyuruq və s. və ilahi emosional cəhətdən. Və böyüklər çalışmalıdır valideynləri uşağı çox tək qoymasın, olmaz. Yəni təşvişdən uşağı qorumalıyıq bu dövrdə. Sensomotor dövr məhz bundan əlaqəlidir. Deməli, əşya davamlılığıdır, həmçinin şuursuz mənimsəmədir, reflekslərlə uşaqlar
belə deyim, hisslərlə, reflekslərlə, şəxsi təcrübədə müəyyən təsəvvürlərə yiyələnirlər. İndi yaş fəaliyyətlərini keçən müəllimlər bilir. Məsələn, əlini vurur, qaynarda artıq anlayır ki, məsəl üçün qaynar sözün mahiyyəti nədir, bir də ona yaxın getmir. Yıxılacaqsan deyiriksə, onun ilk başlarda mənasını bilmir də. Yıxılacaqsan sözün nə mənasını bilir. Amma bir dəfə yıxıldı, gördü ki, valideyni indi yanında kim varsa deyir, bax gördün, sən deyirdim yıxılacaqsan, çıxma bir də ora. Artıq anlayır ki, bu xəbərdarlıq, yəni yıxılacaqsan sözünün az-az mənasını anlamağa başlar. Artıq xəbərdarlığa da nə edir? Adekvat reaksiya verir. Yəni deyirsən yıxılacaqsan, artıq ora çıxmır, əlini vurma yanacaq, artıq ona yaxın getmir. Amma ən başlarda uşaq onu anlamır. Niyə? Çünki mən bunu hər zaman belə izah edirəm. Müdavimlərimə də elə sizlərə də izah edim. Bax deyirəm ki, biz indi Azərbaycan dilində bilirik. Məsəl üçün rus dilini bilən də var, ingilis dilində bilən var. O dildə danışmaq, yəni mən hansı dili bilirəmsə, o dildə danışmaq mənim üçün çox asandır. Amma mən misal üçün deyək ki, Çin dilini, fransız dilini bilmirəmsə, o insanlarla necə əlaqə quracam? Bax, mənə xəbərdarlıq da edə bilərlər, mənə hər hansı bir söz də deyə bilərlər. Durub üzlərinə baxacam ki, görəsən nə deyir, məndən nə istəyir, düzdür? Yəni bilməyəcəm, bilə bilərsiniz siz. Yəni hər hansı bir dili bilmirsiniz və həmin o insanlar sizlə əlaqə qurmağa, yəni kontakt qurmağa çalışır, nə isə izah etməyə çalışır. Belə üzlərinə baxacaqsınız, görürsən burada nə deyir. Amma yavaş-yavaş o şəxsi təcrübədə, misal üçün, indi hər hansı bir situasiya yaşanır, baxırsınız o sözü tələffüz edir, artıq anlayırsınız ki, hə, deməli bu sözün mənası bu deməkdir. Misal üçün, başqa bir situasiya yaşanır, hə, bu sözün mənası bu deməkdir və yavaş-yavaş təcrübədə get-gedə onları anlamağa başlayırsınız. Uşaqlar da ilə elədir. Yəni dünyaya yeni göz açırlar, hər bir şey onlara yaddır. Həmçinin şuursuz dövrüdür də uşağın burada təfəkkürü hələ formalaşmayıb və ona görə şəxsi təcrübə və reflekslərdə müəyyən təsəvvürlərə yiyələnir. Yəni görürsüz özü oxundu, özü misal üçün xəbərdarlıq edirsiniz, yavaş-yavaş onu yaşaya-yaşaya, misal üçün torpağın dadına baxır, deyirsiniz ki, pisdir, olmaz, pis dadır. Və siz avtonom nitqdən çalışın istifadə etməyin. Yəni qığadır, nyam-nyamdır, buvadır, bu kimi sözlərdən uşaq desə də siz çalışın sözün düz formasını tələffüz edin. Və nə edirəm? Uşaq torpağın dadına baxır, gördü artıq xoşuna gəlmədi. Limondur da. Limon desə ki, bax turşdur və yaxud indi nə olur olsun da dadına baxır, artıq anlayır ki, turş nədir, necə daddır, buna xoş gəlmir. İndi elə uşaqlar xoşlayır, o da başqa sevir. Aha. Yəni sensomotor mərhələdə sizə situasiya necə yaradacaq? Deyəcək uşağı təşvişdən qorumaq lazımdır. Emosional bağlılıq dövrüdür. Nitq mənimsəmək, yəni yeni dil açdığı bir dövrdür. Əşya davamlılığı və yaxud şəxsi təcrübə reflekslərlə müəyyən təsəvvürlərə yiyələnmək və yaxud səs bulaşması, bunlar hansı mərhələdir? Sensomotor mərhələdir. Və 1-2 yaşın bütün xüsusiyyətlərini elə bu mərhələ ilə əlaqələndirib götürəcəksiniz. Sonra gəlir ilkin əməli, əməliyyat öncəsi. Ən çox sizə situasiya elə məktəbə qədər imtahanlarda, istər diaqnostika, istər miqdə sırf bu ilkin əməli ilə daha çox situasiya düşür. İlkin əməli mərhələ, indi biz əlamətlərini qeyd edəndə əslində anlayacağıq, sanki ən çox ikinci və üçüncü kiçik qrup, üçüncü deyirəm, orta qrupun xüsusiyyət və əlamətlərini qeyd edir. İndi mən sizə izah etdikcə anlayacaqsınız. Baxın, ilkin əməli mərhələdə deməli, burada terminlər var, hansının ki mənasını bilməlisiniz, hansı terminlərdə ilə hər biri sadaladıqlarımın bu mərhələ ilə əlaqəlidir. Baxın, animizmdir, artifikalizmdir, daha sonra sinkretizmdir, konservasiya anlayışıdır. Konservasiya ilə burada formalaşmır. İndi ona görə formalaşmamaq xüsusiyyətlərini sizə izah edəcəm. Daha sonra egosentrik dövrdür, egosentrizmdir. Və yaxud sentrasiyadır da, sentrasiya ilə egosentrizm yaxın əlaqəlidir. Daha sonra həddən artıq və ya çoxlu ümumiləşdirmələr etmək, geriyə saya bilməmək, bax bunların hər biri bu mərhələ ilə əlaqəlidir. Və animizm nədir? Diaqnostikada düşən suallardan biridir. Uşağın animizm canlı ilə cansızı ayırd edə bilməməsidir. Canlıların xüsusiyyətlərini cansız əşyalara yükləməsidir. Baxın, canlıların xüsusiyyətlərini, əlamətlərini cansıza yükləməsidir. Yəni, misal üçün, onun oyuncaqları varsa, oyuncaqları elə düşünür ki, o da yorulur, o da acır, onun da yuxusu gəlir, o da nəsə istəyir və s. Halbuki o cansızdır, düzdür? Amma bu uşaq öz xüsusiyyətlərini və yaxud başqa insanların xüsusiyyətlərini yükləyir bu oyuncağa. Bax, deyir, o da acıbdır, o da yemək yemək istəyir, o da gəzmək istəyir, o da yorulubdur, onun da yuxusu gəlir. Halbuki cansız əşyadır. İndi biz bunu dərk edirik, amma uşaq bu dövrdə onu ayırd edə bilmir. Animizm nədir? Baxın, animizm canlı və cansız aləmi ayırd edə bilməmək. Canlıların xüsusiyyətlərini cansız əşyalara yükləmək. Yəni, nə deyirəm? Bir növ simvolik oyunla da əlaqələndirə bilərsiniz. Elə bu mərhələdə sujetli rollu oyunlarda, simvolik oyunlarda ön plana keçir. Baxın, simvolikdə, sujetli rollu da. Və uşaqlar elə düşünür ki, misal üçün, onun ayısı da xəstələnib, ona dərman vermək lazımdır, o da yuxusu gəlir, yatsıdırmaq lazımdır, onun da acıbdır, yemək vermək lazımdır və s. və ilahi. Diaqnostik imtahanda necə situasiya yaratmışdı? Deyir, ad vermişdi. Misal üçün, deyək ki, nə olsun, Rəna ilə olsun
Kim deyək? Cünay. Rəna ilə Cünay bacıdırlar və Rənanın akvariumda balıqları var. Situasiya adlar fərqli idi, amma situasiya ilə belə idi. Və onun akvariumda balığı var. Rəna gəldikdə görür ki, balığı yoxdur. Yəni akvariumdan çıxardıbdı. Günay ayı oyuncağı var, onun qabağına qoydu yəqin yemək üçün. Və soruşanda ki, mənim balığım hardadır, ona nə edibsən? Deyir, ayım acımışdı. Ona yeməyə vermiş həmin o balığı. Halbuki onun ayı oyuncağı cansızdır və o aca bilməz, nə də ki balığı istəyə bilməz. Düzdür, cansız oyuncaqdır. Amma uşaq nə edibdi? İndi onda yəqin elə bir anlayış var ki, yəni ayılar balığı sevir, o da götürür akvariumdan yemək mahiyyətindən verib bu oyuncağına. Və deyir bu mərhələdə daha doğrusu bu xüsusiyyətlər, bu keyfiyyətlər, əlamətlər Piagetin hansı mərhələsindən əlaqəlidir? İlkin əməli və yaxud hansı termindir? Animizm. Çünki uşaq nədir? Görsüz canlı və cansızı ayırd edə bilmir. Elə düşünür ki, onun oyuncağı acıb və gedir akvariumdan balığı tutur, gətirib verir. Anlayırsınız? Bax belə situasiya yaranmışdı. Daha sonra artikalizm nədir? Artikalizm dünyanın insanlar tərəfindən qurulduğunu düşünmək. Yəni dünyada ətraf aləmdə nə varsa, hər bir şeyin insanların yaratdığı düşüncəsi. Yəni uşağa nə deyirsən de, hər bir şeyi insanlara bağlayır. Deyirəm ki, günəş niyə göydədir? Deyir ki, onu ora mismarla vurublar, bərkidiblər. Ona görə düşmür. Deyirəm ki, yağış necə yağır? Deyir, borular çəkiblər göy üzünə, oradan yağır. Deyirəm, dəniz necə yaranıbdı? Deyir, dənizdə insanlar çoxlu su tökübdü ora vidrələrlə və s. Ona görə böyük çoxlu su tökmək nəticəsində belə bir dəniz yaranıb və s. Nə istəyirsiniz? Bax, nə deyirsiniz deyin. Hər bir şeyi bağlayacaq insanlara ki, bunu insan edibdi, bunu insan edibdi. Anlayırsınız? Bax, yağışı da görürsünüz, deyir, durbalar çəkiblər, oradan yağış yağır. Bu artikalizmdir. Uşağa hansı sualı verirsən ver, elə düşünür ki, dünyada hər bir şey insanlar tərəfindən yaradılıbdır. Daha sonra egosentrizm. Egosentrizm mən mərkəzli dövrdür. Bilirsiniz, ikinci kiçik qrupdadır, mesajlara baxa bilmirəm. Animizm. Animizm dediyində animizm nə idi? Canlı, cansızı ayırda bilməmək. Nə sual verirsiniz, baxın. Canlı ilə cansızı qarışdırır bəli animizmdə. Artifikalizm də amma insanlar tərəfindən hər bir şey, ətraf aləmdə nə varsa, dünyada nə varsa, hər bir şeyin insanlar tərəfindən yaradıldığı düşüncəsidir. Egosentrizm də mən mərkəzli dövrüdür. Bilirsiniz, yaş qrupları, yəni bugünkü gündə ikinci kiçik qrupda uşağın böhranla, 3 yaş böhranla əlaqəli məhz bu dövrdə mən mərkəzli uşaq başqalarının mövqeyini qəbul etmir, ancaq öz mövqeyini, ancaq mənim düşüncəm, mən nə sual, nə söz deyirsən de, hər bir şeyi özünə bağlayır. Mənim oyuncağım, mənim anam, mənim qələmlərim, mən daha gözələm, mən istəyirəm, mən dediyim olacaq və s. və ilahi. Bax, Adicə deyək ki, cizgi filminə baxır, istəyir ki, hər kəs ona baxsın. Bax, özü cizgi filminə baxır, özünün sevdiyi cizgi filmdir. Deyir, gəlin oturun, siz də baxın. Siz öz istəklərini, başqalarının fikirlərini qəbul etmir. Bax, situasiyada ilə belə yaradacaq ki, uşaq sevimli cizgi filminə baxır və digərlərini də ona baxmağı, necə deyək, məcbur edir. Deməli, uşaq hansı dövrdədir? İlkin əməli. Hansı termindir? Egosentrizm və sentrasiya anlayışı. Baxın, S-lə. Sentrasiya, bunu yazın, gözləyin. Sentrasiya ayrı olacaq. Yazıram. Sentrasiya uşaqların, baxın, sentrasiya termində, elə o da ilkin əməli ilə, uşaqların başqalarının fikrini qəbul etməməsi. Başqalarının fikrini qəbul etməmək. Yəni, əsas öz fikrimdir, əsas öz mövqeyimdir, öz istəklərimdir. Elə biraz öncə qeyd etdiyim egosentrizm var. Bax, onunla sentrasiya sıx əlaqəlidir. Uşaq başqalarının fikrini qəbul etmir, başqalarının istəklərini nəzərə almır, ancaq öz istəyi, öz, belə deyim, arzulardır. Yəni, mən istəyirəm buna baxacaqsınız, mən istəyirəm bunu edəcəksiniz, mən. Bax, egosentrizm budur. Başqalarının fikrinə yanaşmamaq, başqalarını dinləməmək, mövqeyini qəbul etməmək. Bax, bu oldu egosentrizm və sentrasiya anlayışı. Daha sonra konservasiya. Konservasiya ilkin əməli mərhələdə hələ formalaşmır. Konservasiya nədir? Yəni, formalaşsa nədir? Misal üçün, uşaq artıq ayırd edəcək ki, qəpikləri biz məsafəli də düzsək, eyni miqdardadır, sıx da düzsək, üst-üstə də qoysaq eyni miqdardadır. Bax, bu konservasiyanın formalaşdığının göstəricisidir ki, uşaq nə düşünür? Artıq anlayır ki, biz hər hansı bir qablar deyək ki, 4 dənə boş qabdır, onu yan-yana da qoysaq 4 dənədir, yəni miqdar dəyişmir, üst-üstə də, yəni miqdarın formasına, məsafəli düzülməsinə, rənginə görə dəyişmədiyini anlamasıdır uşağın. Yəni, artıq anlayır ki, misal üçün, belə deyim, ən hündür adam, ən yaşlı adam deyil bu düşüncədə. Və yaxud anlayır ki, ən uzun deyək ki, nazik bir qab olsun, o ən çox su tutan qab deyil. Yəni, enli qab
qısa da olsa eyni bərabərdə, eyni miqdarda da su tuta bilər və yaxud daha da çox su tuta bilər. Yəni bu cür düşüncədədir. Bu konservasiyanın formalaşması. Amma bu dövrdə uşaqda formalaşmır konservasiya. Ona görə uşaq necə düşünür? Düşünür ki, ən hündür adam ən yaşlı adamdır. Və yaxud qəpikləri yan-yana düzürsən və yaxud üst-üstə düzürsən. Elə bir iki nümunədir. Birində üst-üstə düzür qəpikləri. Deyək ki, 70 qəpikdə üst-üstə düzürəm. Birində də səpələyirəm. Və uşağa sual verirəm. Hansını istərsən, hansı daha çoxdur? Uşaq elə düşünür ki, səpələnmiş qəpik daha çoxdur. Niyə? Çünki daha çox yer tutur və belə deyim, məsafəlidir. Uşaq elə bir düşüncəyə gəlir. Və yaxud plastilini götürüm, bir əlimin içində ovuculayım belə, yumrulayım, bir əlimdə də belə yapım plastilini. Sorçum hansını istəyirsən, uşaq o yapılan plastilini istəyəcək və yaxud uzadılmış plastilini elə düşünəcək ki, orada çoxdur. Bax, bu konservasiyanın formalaşmamasıdır. Amma formalaşanda uşaq artıq anlayır ki, ikisində də eyni miqdardadır. Yəni onun formasına görə miqdar dəyişmir. Bu da konservasiya. Daha sonra sinkretizm, sinkretizmi demədiyəm, məcazi mənada deyilən sözləri və yaxud uşağın necə düşünməsi. Bax, deyirəm ki, ürəyim düşdü, uşaq elə düşünür ki, həqiqətən ürəyim düşdü. Əllər qızıldandı, uşaq elə düşünür ki, həqiqətən əllər qızıldandı və yaxud it hürdü deyə quşlar uçdu. Bax, bu kimi düşüncələrdə olmasıdır. Bu da sinkretizmdir. Yəni, həm məcazi mənada deyilən sözlərin ard edilməməsidir. Uşaq nə edir? Formalaşmaması. Uşaq elə düşünür ki, əllər qızıldandı deyirsə, mütləq ki, o əl qızıldandı və yaxud nə edir deyək ki, it hürməsəydi quşlar uçmazdı. Bu kimi düşüncələr oldu. Deməli, sinkretizm. İlkin əməli. İlkin həddən artıq ümumiləşdirmə nədir? Daha doğrusu çoxlu ümumiləşdirmələr etmək, o da bu ilkin əməli mərhələyə xasdır. Baxın, uşaq əgər həddən artıq ümumiləşdirmə edirsə, bunun səbəbi təcrübəsinin az olmasıdır. Baxın, həddən artıq ümumiləşdirmə etməyimin bir tək səbəbi. Nədir səbəbi? Məlumatımın, təcrübəmin az olması. Necə? Baxın, həddən artıq nə kimi ümumiləşdirmə edə bilərəm? Mənə kimsə pislik edir, deyək ki, bir qrupda oxuyuruq və hər hansı bir uşaq mənə pis davranır. Mən də deyirəm ki, bütün uşaqlar pisdir. Halbuki mənə bir uşaq pis davrandı, bir uşaq bullying etdi deyək ki, amma mən elə düşünürəm ki, bütün insanlar, bütün uşaqlar pisdir qrupdakı və elə deyirəm ki, bizim qrupdakı bütün uşaqlar pisdir. Görürsünüz? Və yaxud misal üçün necə deyək? Bax, misal bizdə yağış yağır, elə anlayıram ki, bütün dünyada yağış yağır və yaxud mənim nənəmin saçları ağdırsa, elə düşünürəm ki, bütün ağ saçlı insanlar nənədir və s. Yəni, həddən artıq ümumiləşdirirəm. Yəni, bütün hər bir şeyi cəm şəklində görürəm. Yəni, bir xüsusiyyətə görə ümumi nəticə çıxardıram, belə deyək. Yəni, nə düşünürəm? Düşünürəm ki, əgər bizdə havalar isti keçirsə, bütün dünyada havalar istidir. Mən toxamsa, hər kəs toxdur və yaxud mənim oyuncaqlarım varsa, bütün uşaqların oyuncağı var və s. Həddən artıq ümumiləşdirmə, bu da təcrübəmin az olmasından qaynaqlanır. Bir də ki, necə əlaqələndirir? Bax, bu yaş dövründə ilkin əməli mərhələdə uşaqların öyrənməsinin səbəbi nədir? Baxın, uşaq öyrənirsə, bunun səbəbi nədir? Nə yazırsınız? Mesajlara baxın. Uşaq öyrənirsə, deyir, ilkin əməli mərhələdə Piagetə görə uşaqlar nə zaman öyrənir? Bir-biri ilə oyun zamanı. Baxın, həmyaşıdları ilə oyun zamanı uşaq biliyə yiyələnir. Situasiyanı belə yaradacaq. Deyəcək ki, Piagetə görə uşaqlar ilkin əməli mərhələdə biliyə necə yiyələnir, necə sahib olur? Həmyaşıdları ilə oyun zamanı. Daha sonra bu yaş dövründə uşaqlar ayırd edə bilmir. Bax, biraz öncə dedim, eyni zamanda bunu assimilyasiya da adlandıra bilərik. Baxın, assimilasiya, akkomodasiya uyğunlaşması var adaptasiyasında. Xəttim normalda da heç gözəl deyil. Gördüyünüz kimi burada yansıyır. Assimilyasiya, akkomodasiya. Belə yazın, biləcəksiniz. Baxın, assimilasiya nədir? Uşaqların deməli, yəni, əldə etdiyi məlumatları ayırd edə bilməməsi, yəni ayrı-ayrı rəflərə yığa bilməməsi. Bunu sizə necə deyim? Bax, mən əvvəl pişiyi tanıdım, düzdür? Pişiyi soruşdum və mənə pişik haqqında məlumat verdi. İstər tərbiyəçi, istər valideynlərim, pişik haqqında məlumat oldum. Sonra bütün pişik kimiləri pişik adlandırıram. Bax, ümumiyyətlə, şirə də pişik deyirəm, bəbirə də pişik deyirəm, pələncə də pişik deyirəm, hər birini pişik adlandırıram. Və yaxud deyək ki, zebra ilə atı ayırd edə bilmirəm. Elə düşünürəm ki, at da zebradır, zebrada eşək də atdır. Yəni, onları ayırd edə bilmirəm. Anlayırsınız? Yəni, ayrı-ayrı yığa bilmirəm. Və yaxud balina, elə bilirəm ki, balina da balıqdır, bütün balıqlar da balıqdır. Yəni, hər birini ayırd etmə bacarığına sahib deyiləm. Bu da ilkin əməli mərhələ ilə əlaqəlidir, assimilyasiyadır. Uşaq hər birini, yəni,
əldə etdiyi o yeni məlumatları ayrı-ayrı rəflərə yığmır, ümumiləşdirir. Əvvəlki biliklərlə ümumiləşdirir. Və yaxud iynədir də, şpritsə də biz iynə deyirik, paltar tikən iynədir. Uşaq elə düşünür ki, ikisi də eyni mahiyyətdədir, ikisi də eyni iynədir. Və yaxud yenə qeyd edirəm, itə də, canavara da ikisinə də it deyir. Pişik də şir də onun üçün həm pişikdir ikisi də və yaxud hər ikisi də şirdir. Yəni ayırd edə bilmir. Anlayırsınız? Bütün balıqlar, balina da, belə deyim, delfin də, nə olur olsun, hər bir şey ondan ötürü nədir? Balıqdır. Yəni onları ayırd edə bilmir. Görür, deyir ki, bu balıqdır. Bu olur bizdə yenə ilkin əməli mərhələdə ayırd edə bilməməsi, ayrı-ayrı rəfləri, yəni konkret olaraq tanımaması, onları ayırd edə bilməməsi ilkin əməli mərhələ ilə əlaqəlidir. Daha sonra qeyd etdiyim kimi, baxın, uşaqlar saçını bərbərə aparırsınız ki, kəssin, düzdür? Uşaqlar qorxur. Bax, bu qorxma dırnaqlarını tutanda qorxursa, yenə ilkin əməli mərhələ ilə əlaqəlidir. Və yaxud sujetli rollu oyunlar, simvolik oyunlardan daha çox istifadə edir. Sujetli rolu bilirsiniz də. Bilirsinizmi nədir? Yəni canlıları təqlid etmək, yamsılamaq. İstər insan, istər heyvan, əsas odur canlı hərəkətlərini və yaxud səsini yamsılama, təqlid etmə nədir? Sujetli rollu oyunlar. Simvolik oyunlarda cansız əşyaları və yaxud canlıların xüsusiyyətini cansızlara yükləmək. Nəyə deyək ki, bax, tort düzəldirəm qumdan, qum tort deyil də, düzdür, amma deyirəm ki, tortdur, baxın, sizə tort düzəltmişəm, yeyin. Və yaxud taxta parçasını götürürəm, telefon kimi, pult kimi istifadə edirəm. Bax, bu simvolik oyunlardır. Və bunların hər ikisi də ilkin əməli mərhələdə daha çox istifadə olunur. Daha sonra ona qədər sayır, geriyə saya bilməmək. Baxın, geriyə çevirə bilməmək, tərsinə çevirə bilməmək situasiya versə, yenə ilkin əməli mərhələ ilə götürəcəksiniz. Uşaq ona düzdür. Bax, bugünkü günü əslinə baxsaz, mən düşünürəm ki, 5-6 yaşında uşaq nəinki 10-a kimi, 20-yə kimi lazım gəlsə 100-ə qədər də saymağı bilər. Düzdür? Amma Piagetin ilkin əməli mərhələsinə görə uşaq ona qədər sayır, geri çevirə bilmir. Ona görə deyirəm ki, bu əlamətləri saydım, düzdür, görsünüz, xüsusiyyətləri qeyd etdim. Əslində diqqətlə baxsanız, bugünkü gündə sanki ikinci və orta qrupun daha çox xüsusiyyətləri burada qeyd olunur. Biraz böyük qrupda var sanki, amma məktəbazlıq qrupu orada uşaqlar daha çox artıq yavaş-yavaş tənqidi və məntiqi təfəkkürə yiyələnir deyə onunla çox əlaqəli deyil. Və daha sonra, deməli, dediyim kimi, oyun zamanı uşaqlar burada öyrənirlər ilkin əməli mərhələdə. Bütün qeyd etdiyim terminlər bu mərhələ ilə əlaqəlidir. Başqasının mövqeyini qəbul etmir. Həddən artıq ümumiləşdirmələr edir. Bunun da səbəbi biliyinin, təcrübəsinin az olması. Əgər uşaq deyir ki, mən bunu sevirəm, sən də yeməlisən, ilkin əməli mərhələdə egosentrizm terminidir. Yaxşı, bax, bunu belə yadınızda saxlayın. Daha sonra konkret əməliyyatlar. Konkret əməliyyatlar 7-11 yaşdır və burada uşaq artıq akkomodasiya və desentrasiyada artıq yavaş-yavaş başqalarını dinləməyə başlayır və artıq hər bir şeyi ayrı-ayrı rəflərə yığmağı bacarır. Yəni artıq bilir pişik pişikdir, şir şirdir. Artıq bilir ki, it itdir, canavar canavardır, at atdır, zebra zebradır. Anlayırsınız? Yəni hər birini konkret olaraq fərqləndirir. Bu yaş dövründə beynində hesablama. Misal üçün ilkin əməli mərhələdə uşaqlar əşyalar üzərindən və yaxud barmaqlarında hesablayırdı. Düzdür? Yəni nəsdə əşya olmalıdır və yaxud barmaqlarda. Amma konkret əməldə artıq uşaq beyində hesablayır. Və məntiqi təfəkkürün ən çox inkişaf olunduğu dövr məhz bu konkret əməliyyatlar mərhələsidir. Və bu dövrdə uşaqlar bir də ki, induktiv düşünürlər. Baxın, induktiv düşüncə ilə deduktiv düşüncənin fərqi nədir? İnduksiya uşaqların xüsusilərdən ümumi nəticəyə varmasıdır. Bax, xüsusi prinsiplərdən, yəni təklərdən cəmə gəldiyi bir dövr. Bax, təkləri sadalayıram, sonda cəmləşdirirəm. Ümumi bir nəyisə qeyd edirəmsə, bir növ tapmacalar kimi. Baxın, iş üsullarından tapmaca var. Düzdürmü? Müəllim ilk öncə xüsusiyyətlər, yəni 1-2-3 yönləndirici söz deyir ki, uşaq cəmi ümumini tapsın. Bu induktiv düşüncədir. Və yaxud təkləri sadalayırım, nə olur olsun, nə olur. Bu gül də ola bilər, bu kitab da ola bilər, bu hər hansı bir terminin də izahı ola bilər, bu hansısa bir peşənin də əlaməti ola bilər. Bax, nə deyə bilərəm? Deyirəm ki, deməli, insanları sağaldır, müalicə edir, ilkin yardım göstərir və s. Kim? Həkimlər. Baxın, həkim, görürsünüz, ümumi anlayışdır. Bu sadaladıqlarım onun xüsusiyyətləridir. Yəni, ən başda xüsusilər sadalanırsa, sonda cəm bir versiya qeyd olunursa, bu induktiv düşüncədir. Və yaxud deyirəm ki, nə olsun? Nərgiz gülü, qızıl gülü və qərənfil. Bunlar güldülər. Və yaxud mən nərgiz gülündə, qızıl gülündə sevirəm, mən ümumiyyətlə gülləri sevirəm. Və yaxud elektronika deyil, planşetdə, telefonda insan sağlamlığına zərər yetirir. Deməli, elektron cihazlar insan həyatı üçün zərərlidir. Görürsünüz, elektron cihaz deyəndə ümumi anlayışdır. Amma telefon, elektronika onun sadəcə bir növüdür, yəni xüsusiyyətidir. Anlayırsınız, təklər başda vurğulananda, sonda cəm bir versiyanı qeyd ediriksə, bu induksiyadır.
Kitablar deyəndə bura ümumi bütün kitablar daxildir. Amma biraz öncə sanki bir dənə kitab adı qeyd etdik də, nə olur olsun. Bir dənə kitabı ən başda vurğuladım. Düzdürmü? Deyirəm ki, bu kitabı mütəmadi olaraq Nərgiz oxuyur. Deməli, Nərgiz kitab oxumağı çox sevir. Yəni sonda cəmləşdirirəmsə və yaxud deyirəm ki, aplikasiya, rəsm yapmaq. Deməli, bu gün bizim dərsimiz təsviri fəaliyyətdir. Təsviri fəaliyyət deyəndə görürsünüz, bütün fəaliyyət növləri bura aiddir. Amma rəsmdir, yapmadır, onun müəyyən bir növüdür. Anlayırsınız, yəni başda təkləri vurğulayıb, sonda cəmləşdiririksə, bu induktiv düşüncədir, yəni induksiya. Və bu yaş dövründə uşaqlar yavaş-yavaş artıq başqalarını dinləməyə, yəni başqalarının fikirlərinə yanaşmağa başlayırlar, qəbul etməyə başlayırlar. Bu da desentrasiya anlayışıdır. Belə. Dediyim kimi, məntiqi təfəkkür ən çox bu yaş dövründə inkişaf olunur. Uşaqlar artıq beyində hesablayır, tərsinə çevirməyi bacarırlar. Konkret olaraq hər bir şey, yəni akkomodasiya fərqləndirməyi də bacarırlar məhz bu mərhələdə. Formal əməli isə 11 və üstüdə, yəni 18 yaşına qədər uşaqları əhatə edir. Formal əməli mərhələdə uşaqlar hipotetik, daha sonra abstrakt düşünməyi, bu yaş dövründə ən çox tənqidi təfəkkür inkişaf olunur, deduktiv düşünürlər, provokativ suallara cavab verirlər. Daha sonra müzakirələr, debatlarda fəal şəkildə iştirak edirlər və formal əməli mərhələdə deduksiya, yəni deduktiv düşüncə nədir? İnduksiyanın sırf əksi. Baxın, əksi. İnduktivdə təkləri sadaladım, sonda cəm vurğulandı, düzdür? Yəni tapmacalar kimi. Amma deduktiv düşüncədə klaster olacaq. Yəni cəmi biz səsləndiririk ən başda, sonra onun xüsusiyyətlərini sadalayıram. Deyirəm ki, mən həkim olmaq istəyirəm. Çünki həkimlər insanları sağaldır, onları müalicə edir və s. və ilahi. Bax görürsüz, İlk başda dedim həkim olmaq istəyirəm, sonra onun xüsusiyyətlərini sadaladım. Və yaxud deyirəm ki, mən bu gün fərdi iş formasından istifadə edəcəm. Çünki fərdi iş forması mənə uşaqların inkişafını asanlıqla izləməyə şərait yaradır. Fərdi iş forması vasitəsilə mən deməli uşaqların zəif tərəfini müəyyən edirəm və uşaqlar öz tempi ilə çalışır, müstəqil olur və s. və ilahi. Bax görürsüz, fərdi iş forması cəm oldu burada, sadaladıqlarım onların xüsusiyyəti. Piaget nəzəriyyəsi nə oldu? Kognitiv konstruktivizm nəzəriyyəsi. Kognitiv, yəni zehni inkişaf burada fundamental xarakter daşıyır. Uşaqlar ətraf aləmi kəşf edərkən onların zehni inkişaf olunur. Uşaqların müstəqil öyrənmə tərəfdarıdır. Qətiyyən kənardan dəstək, burada dəstəklənmir bu fikir. Və Piagetə görə uşaqların zehnini, IQ səviyyəsini, intellektual səviyyəsini qətiyyən testlərlə ölçmək mümkün deyil. Yəni testə qarşıdır Piaget. Baxın, deyir testlə uşağın IQ səviyyəsini ölçə bilməzsən. Daha sonra ilk öncə zehin, sonra öyrənmə, nitqin rolu minimaldır. Amma Piaget də indi Vygotsky ilə tək ortaq cəhətlər nə olacaq? Hər ikisi də vurğulayır ki, uşaqlar oyun zamanı inkişaf olunur. Yəni gördüyünüz kimi bütün alimlər, pedaqoqlar, hər biri uşaqların oyun zamanı inkişaf olunduğunu vurğulayır. Ona görə məhz məktəbə qədər dövrdə də oyun aparıcı fəaliyyətdir. Çünki onların tələbatı, onların ehtiyacı məhz bu oyunlar vasitəsilə ödənilir. Harda qalmışdıq? Deməli, deduksiyada qalmışdıq. Düzdür, bax, deduktiv düşüncə nədir? Dediyim kimi, ilk başda cəmi vurğulayırıq, sonra yəni bir növ klasterdə necədir? Görürsünüz, müəllim bu gün mövzunun adını qeyd edir və yaxud mövzu ilə bağlı bir ümumi nəsə bir termin, anlayış vurğulayır. Uşaqlar da onunla bağlı nə xatırlayırlarsa, onun xüsusiyyətlərini qeyd edirlər. Baxın, mən deyə bilərəm ki, keçi. Və deyirəm ki, uşaqlar, keçi haqqında nə bilirsiniz? Və uşaqlar başlayırlar keçinin xüsusiyyətlərini sadalamağa. Nə oldu bu? Hansı düşüncə oldu? Deduktiv. Çünki keçi ümumidir burada. İndi onun əlamət xüsusiyyətlərini sadalayırıq. O da təklər. Və yaxud elektronika deyirəm. Elektronika görürsünüz, bura elektron cihazlara hər bir şey aiddir də, bütün elektron cihazlar. Amma telefondur, planşetdir, televizordur. Bunlar onun sadəcə bir neçə növüdür. Düzdür? Baxın, bu olur deduktiv düşüncə. İlk başda gördünüz ümumini qeyd etdim, sonra təkləri, yəni başda cəmi verib, sonra xüsusiləri sadalamaq. Bu hər hansı bir fərqli situasiya yaradırlar sizə. Yəni indi misal üçün mən sizə çalışıram hər bir şeylə əlaqələndirim ki, sadəcə alma, armudda və yaxud güllərin növündə induktiv, deduktiv düşüncəni mənimsəməyəsiniz də. Bu hər bir şey ola bilər. Bax, nə olur olsun, bir peşədə verər, bir iş forması, biraz öncə dediyim kimi, deyirəm fərdi iş forması, onun xüsusiyyətlərini sadalayıram və yaxud deyirəm kollektiv, onun xüsusiyyətlərini sadalayıram. Deyirəm uşaq yönümlü təhsil, sonra onun xüsusiyyətlərini sadalayıram. Uşaq yönümlü cəmdir, xüsusiyyətlərini sadalayırıq, təkləri sonda. Bu olur deduktiv, deduksiya, deduktiv düşüncə.
Daha sonra hipotetik düşünürlər xəyali, abstrakt, yəni beyində xəyal edə bilirlər, təsəvvürlərə malikdirlər. Daha sonra tənqidi təfəkkür burada formalaşır. Ə, Debatlarda aktiv iştirak edirlər uşaqlar. Provokativ suallara cavab verirlər. Deduktiv düşüncə, yəni formal əməli mərhələdədir. Formal əməli mərhələ eyni zamanda mücərrəd əməliyyatlarda qeyd olunur. Baxın, mücərrəd əməliyyatlar. Hər ikisi də eynidir, amma siz yenə də variantda çalışın ki, formalı hər zaman götürün. Formalda deməli nə oldu? Daha çox tənqidi təfəkkür formalaşır, abstrakt, hipotetik düşünürlər uşaqlar, tənqidi təfəkkür formalaşır. Mənə elə gəlir, yoxsa zənzilə baş verir. Yəni biz sirkələnirik. Aha, deməli bu da oldu Piaget'in formal əmək nəzəriyyəsi. İki ümumi bir qeyd edirəm, sonra əllərinizi qaldırın, sual cavab edəcəm. Baxın, Piaget nəzəriyyəsi nə ilə bağlıdır? Koqnitiv inkişaf və yaxud zehni inkişaf nəzəriyyəsidir. Düzdür? Yəni burada koqnitiv konstruktivizm ön plandadır. Uşaqların zehni inkişafının öncə, öyrənmənin sonra baş verdiyini vurğulayır. Nitqin rolunun minimal, sosial münasibətlərin rolunun minimal olduğunu vurğulayır Piaget. Bax, deyir ki, uşaq özü müstəqil öyrənməlidir və çalış uşağı qadağalar etmə. Çünki qadağalar edərkən sən onun marağını söndürürsən. Halbuki uşağı kəşf etməyi sövq edən onun marağıdır. Anlayırsınız? Və uşaq deyir, ətraf aləmi aktiv şəkildə, fəal şəkildə mənimsəyir, öyrənir, kəşf edir. Amma sən ona məlumatı ötürəndə passiv mövqeyə keçid edir. Anlayırsınız? Bir növ bizim belə deyim, passiv təliminizlə interaktiv təlimlə əlaqələndirəndə görürsüz, passivdə birbaşa gedirik, nəql edirik məlumatı, birbaşa ötürürük. Uşaq sadəcə dinləyici mövqedədir və sizə arxayın olur, sizə güvənir və rahatca oturur ki, onsuz da müəllim gəlib deyəcək də, əzbərə də öyrənib danışacağam. Amma interaktivdə nədir? Artıq məsuliyyət dərk edir, özü kəşf edir, axtarır, fəal şəkildə o prosesdə iştirak edir. Bax, burada da eynən elədir. Piaget deyir ki, icazə ver, uşaq özü axtarsın, kəşf etsin, öyrənsin. İlkin əməli mərhələdə nə zaman öyrənmə baş verir? Nə zaman baş verir? Həmyaşıdlar ilə oyun zamanı. İlkin əməli mərhələdə uşaq məntiqli şəkildə bir nəticəyə vara bilir? Xeyr, burada həddən artıq ümumiləşdirmələr edir, yanlış ümumiləşdirmələr edir, daha sonra tərsinə çevirə bilmir, yəni ona qədər sayır, arxaya çevirə bilmir. Daha sonra konservasiya ilə burada formalaşmayıb. Ona görə uşaq elə düşünür ki, qəpikləri üst-üstə düşəndə və yaxud hər hansı bir əşyanı yan-yana düzəndə, bir də məsafəli düzəndə, məsafəli düzülən daha çoxdur miqdar baxımından, amma anlamalıdır ki, yəni miqdar nə zaman dəyişir? Ancaq nəslə üstünə əlavə edəndə, yəni məsafəli düzsən də, formaları fərqli də olsa, rəngi fərqli də olsa, fərqli belə deyim, təsnifata məxsus olsalar belə miqdar dəyişmir. Yəni miqdar sadəcə üzərinə nəyisə əlavə edəndə və yaxud çıxanda azalır, çoxalır. Daha sonra deməli animizmdir, artifikalizm bunlar dedim. Bir də Piagetə görə iki cür uyğunlaşma var. Baxın, Piagetə görə iki cür uyğunlaşma var. Bu hansıdır? Burada qeyd etdiyim kimi assimilyasiya və akkomodasiya. Assimilyasiyada uşaq ümumiləşdirmə edir elə burada da. Baxın, əvvəlki məlumatına yenini əlavə edir, ümumi bir fikir irəli sürür. Biraz öncə dediyim kimi, pişikdirsə pişiyi ilk öncə tanıdısa, sonra deməli nəyi görür? Deyək ki, şiri görür, elə düşünür ki, o da pişikdir, ona da pişik deyir və yaxud atı görür, sonra zebranı görür, ona da at deyir, yəni fərqləndirə bilmir. Amma akkomodasiyada uşaq nə edir? Artıq onları fərqləndirməyə bacarır. Yəni konkret olaraq hər birini ayrı-ayrı rəflərə düzür. Daha sonra sentrasiya, desentrasiya nə oldu? Sentrasiya başqası qəbul etmir. Qəbul etmir. Qoy. Etmir. Etmir. Aha. Burada amma başqaları qəbul etmir. Qəbul edir. Desentrasiyada uşaq yaşayır, başqalarının mövqeyini qəbul etmir, başqaları başqalarının fikrinə verilmiş diqqətə yanaşır. Amma burada qətiyyən bu egosentrizmdir, burada sentrasiya anlayışı. Akkomodasiya dedi, baxın, mənimsəmə assimilyasiyadır. İnsanın yeni qarşılaşdığı vəziyyət, əşya, hadisə və ya məlumatları özündən əvvəl mövcud olan sxemlərə açıqlaya bilməsidir. Test işlədəcəm sizə. Sabahları Piaget. Akkomodasiya nədir? Akkomodasiyada isə insanın yeni qarşılaşdığı vəziyyət, hadisə ya da məlumatı özündən əvvəl mövcud olan sxemlərlə açıqlaya bilmədikdə yeni bir sxem fikirləşməsi ya da mövcud olan sxemin məzmununun dəyişməsi lazım gəlir. Yəni fərqləndirməyə bacarır, burada fərqləndirmir. Formator mərhələdə uşaq həqiqətən gülürsünüzsə, sizə təbəssümlə reaksiya verir. Daha sonra affektiv ünsiyyət də bu yaş dövründədir. Görürsünüz, uşaqla danışırsınız, yəni aylıqdan da neçə aylıqdırsa, uşaq sizə reaksiya verməyə çalışır. Danışmır, amma reaksiya verir.
Səs bulaşması, baxın, PDF göndərəcəm, baxarsınız, əşya davamlılığıdır. 8 aydan artıq uşaq yavaş-yavaş əşyaların davamlı olduğunu anlayır. Amma 8 ayına kimi anlamır. Yəni uşağın əlindən oyuncağı aldıqda onun arxasınca boylanmır. Daha doğrusu bu əşya davamlılığı. Bu da səs bulaşmasıdır. Yəni biri qışqırdıqda qışqırır, biri ağlayanda o da ağlayır, əlindən qalıb düşəndə diskinir, ağlayır. Vygotsky haqqında qısaca məlumat vermək istəyirəm. Daha doğrusu bir-birinizi fikirlər qeyd edim. Sonra cavaba keçəcəm. Baxın, Piaget uşaqların zehni inkişafını öndə gəldiyi, öyrənmənin sonra baş verdiyini vurğulayır. Piaget isə ümumiyyətlə Piaget ilə Vygotsky bir-birinə tərs fikirlər bildirirlər. Qətiyyən hər bir şey tərsdir. Bizdə də oxşar yönləri oyundur. Yəni əgər Vygotsky qeyd edirsə ki, uşaqlarda ilk öncə öyrənmə baş verir, şəxsi təcrübə ilə sosial münasibətlər bir-birindən ayrılmazdır. Baxın, Vygotskyyə görə, Lev Vygotskyyə görə şəxsi təcrübə ilə sosial münasibətlər bir-birindən ayrılmazdır. Yəni burada şəxsi təcrübə də vacibdir. Sosial münasibətdə, yəni uşağı öyrətməkdə, yardım etməkdə, müvəqqəti dəstək olmaqda vacib hesab edilir. Və ilk öncə öyrənmə baş verir, sonra uşaqlarda zehin inkişaf olur. Nitqin də rolu, ailənin də rolu, cəmiyyətin də rolu, mentalitetin də rolu, hər bir şeyin rolu uşağın şəxsiyyət kimi formalaşmasına təsir edir. Yəni vacibdir, əsasdır, mütləqdir. Amma Piaget nə deyirdi? Piaget deyir ki, uşaq müstəqil öyrənsin. Uşaq ətraf aləmi kəşf edərkən zehni inkişaf olunur və zehin inkişaf öyrənmədən əvvəl gəlir. Qətiyyən sosial münasibətlər burada vacib hesab edilmir. Yəni uşağa nə isə öyrətmək, uşağa dəstək olmaq xoş qarşılanmır. Daha sonra Piagetə görə uşaqlar inkişaf olunarkən nə nitqdir, nə ailədir, daha doğrusu belə deyim, nə cəmiyyətdir, nə ünsiyyət, nə sosial münasibətlər burada əsas maksimum rol oynamır da, minimal roldadır. Çünki irsiyyət xarakteri əsas vacib roldur. Baxın, Piagetə görə irsiyyətin rolu vacibdir, amma Vygotsky deyir ki, sosial münasibətlər. Deməli, kognitiv konstruktivizm olacaq, Piaget kognitiv zehni, baxın, biz mütəmadi olaraq didaktik kognitiv materiallar deyirik, düzdür? Hansı ki, uşağın əqli fəallığını, zehni inkişafını təmin edir. Eyni zamanda kognitiv konstruktivizm olacaq Piaget, sosial konstruktivizm, ümumiyyətlə sosial sözü varsa, bu hər zaman Lev Vygotsky nəzəriyyəsidir. Çünki nəzəriyyənin adı ilə sosial münasibətlər və yaxud sosial inkişaf nəzəriyyəsi və yaxud yaxın inkişaf zonası nəzəriyyəsi qeyd olunur. Baxın, ya yaxın inkişaf zonası, ya sosial inkişaf nəzəriyyəsi, ya sosial münasibətlər, yəni fərqli şəkildə qeyd olunur. Amma gördüyünüz kimi sosiallıq burada çox vacibdir. Yəni nitqin də rolunun vacib olduğunu, çox əvəzsiz olduğunu vurğulayır. Ailənin də, cəmiyyətin də hər bir şeyin uşağın şəxsiyyət kimi formalaşmasına təsir etdiyinin vacibliyini vurğulayır. Piaget qeyd edir ki, uşaqlar mərhələlərlə inkişaf olunur. Yəni uşağın zehni mərhələlərlə formalaşır. Vygotsky deyir ki, uşaq zonalardan keçir. İlk zonada heç nə bilmir, amma hər bir şeyi öyrənmək istəyir, sadəcə bacarmır. İkinci zonada biz uşağa öyrədirik, dəstək oluruq, yönləndiririk, istiqamət veririk, scaffolding edirik, yəni yönləndirmədə körpü rolunu oynayırıq. Dəstək oluruq. Üçüncü zonada hər bir şeyi müstəqil öyrənir. Bax, görürsünüz, Vygotsky deyir ki, uşağı öyrət, kömək et, dəstək ol, yönləndir. Sonda özün hər bir şey edə biləcək. Amma Piaget deyir, öyrətmə. Sən öyrədən kimi passiv olur uşaq, sənə arxayın olur. Artıq kəşf etmək istəmir. Deyir ki, onsuz da gətirib verəcəklər də, onsuz da ondan soruşan kimi cavablayacaq. Anlayırsınız? Bu Piaget'in düşüncəsidir. Vygotsky də deyir ki, uşaq bu gün nə isə bilmirmi? Ona dəstək ol. Ona dəstək ol, bu gün bilmədiyi işi sənin vasitənlə öyrənəcək, sonra da müstəqil edəcək. Yəni, ömrünün axırına kimi sənə möhtac olmur. Sadəcə müəyyən bir vaxt lazımdır. Müəyyən bir vaxt aşımı var ki, sən orada uşağa dəstək olursan, öyrədirsən, yönləndirirsən, amma şəxsi təcrübə də vacibdir. Düzdür, demir ki, gətir məlumatı birbaşa uşağın qarşısına qoy. Scaffolding nədir? Scaffolding bizim bugünkü təhsildə tələb olunan o fasilitatorun etməli olduğu mühakimədir. Yəni, mən nə etməliyəm? Uşağı yönləndirməliyəm, istiqamət verməliyəm, düzdürmü? Məlumatı birbaşa ötürmək olmaz. Deməli, diferensial yanaşmalıyam. Daha sonra uşağın yerinə cavab verim, uşağın yerinə başqa uşağı qaldırım cavab versin, uşağı ruhdan salım, olmaz. Düzdür? Bax, bugünkü təhsil əslində scaffolding, yəni Vygotsky nəzəriyyəsinə daha yaxındır. Deyir, scaffolding et. Scaffolding nə idi? Körpü idi də, qısa müddətli dəstək. Amma dəstək necə idi? Deyir ki, açar sözləri öyrət, çətin terminlərin izahını ver, diferensiallığı nəzərə al. Daha sonra uşağın tədqiqat aparması üçün şərait yarat, özün məsləhət ver, yönləndir, istiqamət ver. Amma hazır məlumatı qarşısına qoyma. Uşağın yerinə suala cavab vermə, uşağın yerinə məsələni həll etmə, uşağı ruhdan salma, diferensiallığı göz ardı etmə. Bugünkü təhsildə onu tələb edir. Düzdür? Amma Piaget nə dedi? Piaget deyir, icazə ver, özü öyrənsin, özü getsin, kəşf etsin, müstəqil şəkildə. O zaman daha çox, daha fəal olur, daha prosesdə özü, belə deyim, həm müstəqil lider bacarığında formalaşır. Həmçinin sən arxayın olmur da, artıq özü hər bir şeydir.
Deməli, nitqin rolu minimaldır Piagetdə, maksimaldır Vygotsky-də. Oyun hər ikisində də dəstəklənir. Uşaqların oyun zamanı inkişafı hər iki alimin də düşüncəsinə görə vacibdir. Oyun zamanı uşaqlar inkişaf olunur. İlk öncə zehni inkişaf formalaşır, sonra öyrənmə Piagetdir. İlk öncə öyrənmə, sonra zehni inkişaf Vygotsky-dir. Uşağın şəxsi təcrübəsi zamanı öyrəndiyini vurğulayır Piaget. Şəxsi təcrübə ilə sosial münasibətlərin bir-birindən ayrılmaz olduğunu vurğulayır Vygotsky. İrsiyyatın rolunun vacibliyi vurğulanır Piagetdə. Sosial münasibətlərin rolu vurğulanır Vygotsky-də. Daha sonra nitqin rolunu dedik də, dəstək olmaqdır. Mərhələlərlə Piagetdir, zonadır Vygotsky-dir. Uşağın şəxsi seçim formalaşmasına onun şəxsi təcrübəsi, ətraf aləmi kəşf etməsi təsir edir. Vygotsky-də amma nə idi? Nitq də təsir edirdi, ailə də, cəmiyyət də, mühit də, hər bir şey uşağın şəxsiyyət kimi formalaşmasına təsir edir. Demək, Piagetdə heç nəyə kömək etməməlisən, uşağın testlərlə IQ səviyyəsini ölçmək mümkün deyil. Uşaq özü müstəqil öyrənməlidir. Vygotsky-də amma yenə qeyd edirəm, dəstək olursan, kömək olursan, bu gün bacarmada bir işə dəstək olanda sabah uşaq özü onun öhdəsindən gəlir, yəni gəlməyə bacarır. Bunlar düşünürəm ki, əsas bilməli olduğumuz məqalardır. Bir də ki, zonaları çox ətraflı izah etmək istəmirəm. Sadəcə qısaca termin, yəni əsas və vacib məqamları qeyd edirəm. Baxın, ənənəvi zona, yəni birinci zona Vygotsky-də, hansı ki uşağın, yəni hər bir insan keçdiyi bir mərhələdir. Mən nəsə etmək istəyirəm, istər qaşıq tutmaqdır, istər yeriməkdir, istər üzməkdir, istər velosiped sürməkdir, nə olur olsun. Amma bacarmıram, istəyirəm, istəyim var. Amma bacarmıram. Yəni cəhd etmək istəyirəm, amma öhdəsindən necə üzməyi öyrənməmiş mən necə üzə bilərəm? Gedən kimi batacam, düzdür? Velosiped sürməyi bilmirəm. Mən necə o velosipedə çıxan kimi yıxılacam? Düz mənə müvəqqəti dəstək öyrədən lazımdır. İndi bu ənənəvi zonada da, yəni ilkin zonada uşağa heç kim kömək etmir də. Orada uşağın özü, yəni hər bir şey etmək istəyib, heç nə edə bilmədiyi bir dövrdür. Burada əsas məqsəd, daha doğrusu nəzəriyyənin məğzi ikinci zonada dayanır. Hansı ki, yaxın inkişaf zonasıdır. Baxın, yaxın inkişaf zonası. Burada artıq biz uşağa, baxın, ənənəvi zonada heç nə bilmədi ki, uşaq, xeyr, yaxın inkişafda öyrədirəmmi? Bəli. Dəstək oluram? Bəli. Hansı zonada artıq müstəqil edəcək? Aktual zonada. Görürsünüz, Vygotsky ilə başda qeyd etdiyim cümləsinə uyğun gəlir, deyir uşaq heç nə bilmədiyi təqdirdə ona öyrət, sabah müstəqil edəcək. Bax, zonalar da ilə onu əks elətdirir. Ənənəvidə heç nə bilmir, yaxında öyrətdim, aktualda özü edir. Və yaxın inkişaf zonasında biz skafoldinq edirik. Skafoldinq ayrıca zona deyil. Baxın, skafoldinq mühakimədir, zona deyil. Yəni, yaxın inkişaf zonasının içində reallaşdırdığımız bir yanaşmadır. Hansı ki, biz onu mütləq ki, uşaqlara tətbiq etməliyik, yəni dəstək olmalıyıq, yönləndirməliyik. Yaxın inkişaf zonasının tərifi necədir? Özündən təcrübəli hər hansısa bir ikinci şəxsin göstərdiyi dəstək. Özündən təcrübəli. Baxın, deyə bilər ki, hər hansısa bir şəxsin göstərdiyi dəstək, bu yanlış olar. Özündən təcrübəli hər hansısa bir ikinci şəxs. Bu istər nənə, istər baba, istər müəllim, istər bacı qardaş, dayı, xala, kim olur olsun. Əsas odur ki, bu sahə üzrə səndən daha təcrübəli olsun. Mən velosiped sürməyi bacarmıram. 5 yaşım var. Mənim bacımın 7 yaşı var, o bacarır. Mənə öyrədə bilər. Yaxın inkişaf zonasıdırmı? Bəli. Mən, misal üçün, üzməyi bilmirəm. Amma babam bilir. Mənə öyrədə bilər? Bəli. Yaxın inkişaf zonasıdır, əlbəttə. Görürsünüz, yəni, onu bilirsə, misal üçün, mən də bilmirəm, babamın 70 yaşı var, o da bilmir. Necə öyrədəcək? İkimiz də gedən kimi baxacaq orada. Ona görə bu iş üzrə məndən təcrübəli, yəni məlumatı olan bir şəxs olmalıdır. Hər hansısa bir şəxs deyil. Təcrübəli hər hansısa bir şəxs və bu görülən iş üzrə mütləq. Skafoldinq nə idi? Skafoldinq də körpü oldu. Yəni qısa müddətli dəstək oluruq. Burada skafoldinq strategiyaları var, hansı ki, onun tərkibində differensiallıq da nəzərə alınır. Yəni əslində skafoldinq müəllimlər, bugünkü uşaq yönümlü təhsil haqqında məlumatlısınızsa, interaktiv təlim haqqında məlumatlısınızsa, mütləq ki, skafoldinqi cümlədə tapacaqsınız. Bax, mütləq, inanın mənə. Çünki skafoldinq pozulursa, uşaq yönümlü təhsilin tələbi də pozulur, interaktiv təlim də pozulur. Baxın, deyəcək ki, müəllim uşağa sual verir, uşağın əvəzinə sualı cavablayır. Skafoldinq strategiyasıdırmı? Xeyr. Müəllim uşağa tapşırıq verir, onun yerinə həll edir və ya başqa bir uşağı qaldırır, onun yerinə həll etsin. Skafoldinq strategiyasıdır? Xeyr. Və yaxud deyəcək, müəllim uşaqlara sadəcə məlumatı ötürür, izah edir. Skafoldinq strategiyasıdır? Xeyr. Niyə? Çünki uşaq yönümlü də deyir, sadəcə izah etmə. Axı, uşaqların müxtəlif öyrənmə tərzi var. Sən o zaman uşaq yönümlü bərabər imkanları pozursan. Anlayırsan, həm differensiallığı pozursan.
və sair və ilahi. Mətni verməmişdən əvvəl biz uşaqlara açar sözləri verməliyik. Yəni belə deyim, bütün mətni xırdalığına qədər oxumaq deyil. Açar sözlər, məzmun, misal üçün hər hansı bir terminlər varsa onun açıqlaması, asan dildə izah olunması. Bugünkü təhsil tələb edir, bəli. Scaffolding strategiyasıdır mı? Əlbəttə. Mətni verdikdən sonra sabah gəlirsiniz, mən yenidən danışım, yenidən danışım, yenidən danışım. Bu scaffolding strategiyası deyil. Mən indi uşaqları yoxlamalıyam ki, görüm nə bilir. Və sair və ilahi. Aktual zonada da, üçüncü zonada. Burada uşaq artıq özü hər bir şey müstəqil edir. Yəni qətiyyən ikinci şəxsin dəstəyi olmamalıdır, tək başına. Artıq çünki mən öyrətdim, dəstək oldum, düzdür? Velosiped sürməyi öyrətdim. Öyrədəndən sonra indi artıq özü sürür. Mən neyini day? Özü sürməyi bacarır. Gedib yanında qorxma, qorxma deməyəcəm ki, düzdür? Özü sürüb gedəcək. Bu aktual zonadır. Yaxın inkişafda amma mən kömək etdim, öyrətdim, yönləndirdim, izah etdim, istiqamət verdim, artıq öyrətdim. Aktualda özü edir. Ənənəvidə də sürmək istəyirəm, bacarmır. Və yaxud 4 təkərli sürür, mən sürürəm, o da oturur, belə olur. Bu da oldu bizim yanaşmalarımız. Ümidvaram ki, aydın oldu. İndi keçirəm sual-cavaba. Əl işarələrini qaldırın. Ümumi nəzəriyyələrdən də, yanaşmalardan da sual verəcəm. Yəni mən hansı nəzəriyyə ilə? Mən elə düşünürəm ki, bu nəzəriyyələrin hər biri çox vacibdir, çox əsasdır. Yəni əgər ki, lazımsız bir fikrə malik olsa hər hansı bir nəzəriyyə, yəni lazımsız hesab edilsə, qətiyyən bugünkü günü biz öyrənməliyik onu. Düzdür? Yəni hər birinin özünə görə doğruluq payı var. Piaje əlbəttə, yəni mən Piajenin fikrini də dəstəkləyirəm. Düzdür, Piajeye görə müəllimin rolu elə də vacib deyil, amma bizim də rolumuz vacibdir. Amma ki, Piaje daha harda saxlıdır. Görürsünüz, elə müəllim var ki, özü müstəqil öyrənir, daha yaxşı mənimsəyir. Elə uşaq var ki, özü müstəqil öyrənməyə meyillidir. Amma elə uşaq var ki, özü tək başına öyrənə bilməz, ona dəstək lazımdır. Yəni hər ikisi. Vygotsky düzdür, bugünkü təhsilə daha yaxındır. Amma Piaje də özünə görə haqlıdır. Yəni o nəzəriyyədə özünün haqlılıq payı var. Məqsədi necə çıxarırsınız? Müəllimlər, məqsəd standartlarda izah etmişəm axı. Məqsəd SMART abreviaturasına cavab verməlidir. Yəni onun tələbinə cavab verməlidir. Bir də ki, mövzuya uyğun məqsədi necə çıxardırsınız? Yəni ən asan, ən elementar. Baxın, əgər məqsəd bilirsinizsə necə yazılır, yəni o SMART-ın tələbini bilirsiniz və ona uyğun yaza bilirsinizsə, o zaman çətinlik çəkməyəcəksiniz. Yəni mövzum əgər mənim nə olsun deyək ki, ev heyvanları olsun deyək və yaxud nə olsun? Quşlar olsun, balıq olsun, fəsillər olsun, indi nə istəyirsə də o olsun. Onunla bağlı məqsəd yazıram. Əsas odur ki, bugünkü dərsdə uşaq nə edəcəksə, mən onu əvvəlcədən təsəvvür edirəm də. Düzdürmü? Proqnozlaşdırım əvvəlcədən düşünürəm ki, bu gün mən dərsə gedəcəm və yaxud sabah gedəcəm dərsə. Uşaqlara hansı tapşırıqları verəcəm? Uşaqlar nə edəcəklər? Yəni görüm bu fəsilləri adlandıracaqmı, yəni adlandıracaq tapşırıqmı verəcəm, fərqləndirəcəkmi, xüsusiyyətlərini mi sadalayacaq? Və yaxud rəsmlə inteqrasiya verəcəm, onun şəklini mi çəkəcək və ona uyğun da məqsəd yazıram. Yazıram ki, nə edir? Fəsilləri fərqləndirir yaş qruplarına görə və yaxud əlamətlərini sadalayır, payız fəslini təsvir edən rəsm çəkir. Məqsəddirmi? Bəli. Görürsünüz, indiki zamanda uşağın tək başına fəaliyyətindən bağlıdır, bəli. Fəaliyyətlə bağlıdır, bəli, işlə. Nə edir? Şəklini çəkir, sadalayır, fərqləndirir, xüsusiyyətlərini qeyd edir. Məqsədli, bəli, bu qədər asan. Nə olur olsun, təsvir fəaliyyəti dərsiniz. Təsvir fəaliyyətdə mövzu nədir? Yəni deyək ki, rəsmdir, rəsmdən nə çəkirsiniz, nə haqqda məlumat verirsiniz. Yenə şəklini çəkir, nədirsə də çəkir, uyğun rənglərdən istifadə edir. Bilir, bacarır sözü olmamalıdır. Sadəcə edir, nümayiş etdirir, fərqləndirir, qruplaşdırır, ümumiləşdirir, sadalayır, səhnələşdirmədə iştirak edir, bəzəyir, düzəyir, danışır və s. Bu belə olur məqsədlər. Çətin deyil qətiyyən. Smart xüsusi olmalıdır da. Yəni mən ümumi məqsəd yaza bilmərəm. Ay sağ olun. Baxın, nə edir? Çalışmalısınız ki, məqsədi yazarkən özünüz əvvəlcədən düşünün, görün dərsdə nəyi keçəcəksiniz? Yəni uşağı hansı fəaliyyətə sövq edəcəksiniz? Hansı işlə məşğul olacaq? Və o işə uyğun da məqsəd yazın da, edir yazın. Sanki uşaq bir dəqiqə qabağınızdadır və oturub qarşınızda o fəaliyyətlə məşğuldur. Onu da məqsədə yazırsınız. Nə qədər məqsəd yazırsınız? 10-dan 20 dənə yazmırsınız da, 2 dənə, 3 dənə yazsınız yetərlidir. 2 dənə əsas məqsəd yazın, bir dənə də inteqrasiyanın məqsədini götürün. Baxın, görün inteqrasiyanı nə ilə verirsiniz? Məsələn, 2 dənə yazdınız deyək ki, ətraf aləmə uyğun məqsəd, biraz öncə dedim, fəsillərə uyğun yazdınız ki, sadalayır, fərqləndirir və s. Bir dənə də inteqrasiyanı, misal üçün, estetiklə verirsinizsə, təsviri fəaliyyətlə də, deyək ki, rəsmlə, bir dənə də ona uyğun inteqrasiya götürün, inteqrasiya məqsədini. Yazın ki, biraz öncə nə dedim? Payız fəslini əks etdirən
rənglərdən istifadə edir rəsm zamanı və yaxud onu çəkir də, indi baxın necə istəyirsinizsə, yəni rəsm uyğunda bir dənə məqsəd yazın. Bu qədər. Yəni çətin deyil qətiyyən məqsəd çıxartmaq. Sadəcə bilin ki, uşağın tək başına özünün fəaliyyəti olmalıdır. Yəni sanki hal-hazırda ya qarşında durub danışır, yəni ya izah edir, ya rəngləyir, ya qurlaşdırır, ya bəzəyir, ya nə bilim nə etsin? Səhnələşdirmədə iştirak edir. Onu da götürürəm, əvvəlcədən yazıram məqsədimə. Sonra da gedirəm, o məqsədləri yazmışam axı ki, şəklini çəkir və yaxud danışır, fərqləndirir. Dərsi də gedirəm, dərsdə ona uyğun fəaliyyət tapşırıq verirəm. Ki, görüm həqiqətən uşaq danışa bilirmi, uşaq həqiqətən fərqləndirirmi və xüsusiyyətlərini sual verəndə sadalayır və yaxud fəsillə bağlı suallara cavablayır. Baxıram görüm həqiqətən cavablayır. Baxıram həqiqətən uyğun rənglərdən istifadə edir rəsm zamanı və yaxud həqiqətən təsvir edir. Bu qədər, yenə qeyd edirəm. Məqsəd çətin deyil. Siz sağ olun. Yaxşı, indi əl işarələrini qaldırmısınız. Aysel müəllimə, Süleymanlı. Bəli, mənim axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Aysel müəllimə, məşğələnin idarə edilmə mexanizmləri dedikdə nəyi nəzərdə tuturuq? Qayda, gözlənti, prosedur. Qayda, gözlənti, prosedur. Məşğələnin idarə edilmə mexanizmi nəyə görə öz vacibliyini, aktuallığını qoruyur? Bildiyimdə məşğələnin daha yaxşı, effektiv olması üçün, yəni əvvəldən həm müəllim üçün, həm uşaq üçün əlverişlidir. Müəllim üçün daha əlverişlidir ki, qurduğu məşğələ daha keyfiyyətli olur. Yaxşı, daha sonra gözlənti dedikdə nəyi nəzərdə tuturuq? Gözlənti, məsəl üçün, bildiyimdə davranış gözləntiləri, uşaqların davranışına qoyulan yəni müsbət gözlənti var, mənfi gözlənti var. Müəyyən bir normaların məcmusu nəzərdə tutulur gözlənti deyərkən. Normalar Təlimatlar qoyulur. sistemi. Təlimatlar Bəli, sistemi. Yəni, təlimat verirəm, onu izah. Sonra siz mənə deyin, Piaget nəzəriyyəsinə əsasən uşaqların zehni inkişafı nə zaman formalaşır, nə zaman inkişaf olunur? Nəyi kəşf edərkən? Mərhələlərin ətraf Xeyr. aləmi kəşf edərkən. Ətraf aləmi kəşf edərkən. Bəli. Piaget nəzəriyyəsində ilk öncə zehin inkişaf olunur, yoxsa öyrənmə baş verir? Birinci zehin inkişaf edir, sonra öyrənmə baş verir. Uşaq elə düşünür ki, onun oyuncağı yerə düşdü deyə onun ayağı sındı, ayağı ağrıyır. Bu zaman hansı termin xatırlayırıq, hansı terminlə əlaqəlidir bu və hansı mərhələ ilə əlaqəlidir? Bu Oyuncağı, ilkin əməli mərhələyə aiddir. hansı termindir? Termin bilmədim mən, yadımdan çıxdı. Uşaqların canlıların xüsusiyyətlərini cansıza yükləməyi, canlı ilə cansıza Animizm. Ay, sağ olun. Yaxşı, uşaq elə düşünür ki, misal üçün, biz meyvələri boş qaba düzüb, birini də stolun üzünə belə hərəsli məsafəli düzəndə, o İlkin məsafəli əməli düzdən daha mərhələ çoxdur. konversiyanın olmaması. Düzdür. Konversiya olsa necə bir qənaətə gələr uşaq? Eyni miqdardadır Artıq meyvələr, amma biri misal üçün səpələnib, biri də boş qaba səliqəli və yaxud vaza meyvə qabına səliqəli qoyulub. Uşaq necə düşünər? Düşünər ki, bu miqdar dəyişir məsafəyə görə, düzülüşə görə, yoxsa eynidir? Konservasiya uşaqda formalaşsa necə bir qənaətə gələcək? Düşünəcək ki, bu məsafəli düzülən məsafə olan arasında meyvənin miqdarı daha çoxdur, yoxsa baxacaq ki, orada da 10 dənədir, burada da 10 dənədir. Baxmayaraq ki, biri sıx düzülüb, biri məsafəli, amma miqdar eynidir. Necə bir düşüncədə olar? Yenə eyni. Düzdür. Uşaqların həyatında nitqin inkişafı, ümumiyyətlə uşağın bir şəxs kimi formalaşmasında, inkişafında nitqin rolunun vacibliyi, maksimallığı hansı alimə məxsusdur? Vygotsky deyirdi maksimaldır, Piaget deyirdi minimaldır. Özündən təcrübəli hər hansı bir ikinci şəxsin göstərdiyi dəstək necə hesab edilir? Hansı zona ilə əlaqəlidir? Scaffolding Vygotskiyə aiddir yaxın inkişaf zonasında. Uşağın Yaxın inkişaf zonasında scaffolding deyil. Yaxın inkişafda scaffolding deyil. Çox sağ olun. Aytən müəllimə. Çox sağ olun. Siz də sağ olun. Aytən müəllimə. Bəli, müəllimə, axşamınız xeyir, necəsiz? Hər vaxtınız xeyirli olsun, çox sağ olun, yaxşı olsun. Aytən müəllimə, siz mənə deyin, Piaget nəzəriyyəsinə görə uşaqlar əgər bərbərə getməkdən qorxurlarsa, dırnaqlar tutulanda qorxurlarsa və yaxud simvolik və süjetli rollu oyunlara daha çox vaxt ayırırlarsa, hansı mərhələdə? İlkin əməli mərhələ müəllimə. İlkin əməli mərhələ. İlkin əməli mərhələ hansı yaşa əhatə edir? 2-7 yaşı, eləcə də əməliyyat öncəsi mərhələdə deyilir.
Aha. Uşaqların başqalarının mövqeyini qəbul etməməsi, öz istəklərinin, arzularının əsas tutulduğu dövr hansı mərhələdir? İlkin əməli mərhələ. Termin olaraq necə adlanır? E, Egosentrik də, yəni birinci özlərini fikirləşirlər. Bəs sentrasiya egosentrizmlə əlaqəli olacaq, yoxsa desentrasiya? Hansı? Sentrasiya ilkin əməli mərhələ ilə əlaqədardır. Desentrasiya konkret əməliyə aiddir. Yaxşı, bəs uşaqlar səliqəli işləməyi, sakit mühitdə işləməyi öyrənirlər hansı yanaşmada? Hansı yanaşmanın əsas xüsusiyyətlərindən, uşaqlarda formalaşdırdığı Var, keyfiyyətlərdən biri həm var, liderçilikdir, var. həm sakit, həm də səliqəli işləməkdir? A, Xeyr. yox, müəllimə Emiliya yanaşmasıdır da Xeyr, o. hansı pedaqoq idi ki, İtaliyada ilk həkim idi, qadın həkim. Və o A, ilk dəfə açanda bir otaqlı elə bir bağça açmışdı. Yəni çünki elə bir imkanı yox idi. Sadəcə bir otaq vermişdilər ona. Onu da bir şərtlə vermişdilər ki, uşaqlar qətiyyən heç bir yeri dağıtmayacaq və sakit olacaqlar, başqalarına mane olmayacaqlar. Və ona görə bu yanaşmada uşaqlara ən başda elə səliqəli işləməyi və sakit işləməyi öyrədirlər. Hansıdır? Və uşaqlar başda çətinlik çəksələr də bir ay burada təlim alandan sonra artıq özləri sərbəst, müstəqil olaraq sakit şəkildə işləyirlər, başqalarına mane olmurlar. Maria Montessori müəllimə. Ay sağ ol, Montessori. Montessori yanaşması ilk başlarda tipik uşaqlar üçün nəzərdə tutulurdu, ya idiot uşaqlar üçün? Yox, Yəni əqli idiot geriliyi. uşaqlar üçün, əqli geriliyi olan uşaqlar üçün nəzərdə tutulurdu, amma daha sonra tipik uşaqlar üçün də, yəni Aha. Montessori yanaşmasında hansı didaktik prinsip pozulur və səbəbi nədir? dünyəvilik pozulurdu müəllimə. Orada dinə aid olunurdu deyə, çünki deyirdilər ki, uşaq Allah tərəfindən vergi verilib. Yəni o uşaq öyrənə bilirsə, o yəni doğulandan ona verilib də. Yəni ona görə dünyəvilik pozulurdu. Yəni uşaq necə ki yeriməyi, qaşıq Bəli, tutmağı bəli. özü bilirsə, yazı oxu işlərdə özü öyrənə bilər. Bu Allah tərəfindən Bəli, verilən bəli. bir istedaddır. Yaxşı. Bəs mənə deyin, Maria Montessori Lev Vygotsky nəzəriyyəsi ilə hər zaman maraqlanıb, yoxsa Jean Piaget? Jean Piaget, çünki koqnitiv nəzəriyyə idi o. Amma Koqnitiv konstruktivizm. Bəli, Vygotsky nəzəriyyəsi də Emiliya yanaşması ilə eyniliyi Ay, təşkil sağ ol. edirdi. Düzdür. Maria Montessori elə ən başlardan Piaget nəzəriyyəsi ilə sıx maraqlanıb və ona görə onun nəzəriyyəsi də elə koqnitiv konstruktivizm, eynən Piaget kimi, deməli burada uşaqların müstəqil inkişafı dəstəklənir. Düzdür? Yəni tək başına müstəqil öyrənməsi. Bəli, bəli müəllim. Tərbiyəçi müəllim gözə görünməz icra edici rolunda olmalıdır ki, Bu uşaqlar Maria müstəqil Montessori. işləsin. Ay, Maria sağ ol. 3 Montessori. saatdan artıq təlim qul məktəbi hesab edilirdi. Bu Emiliya. Xeyr, 3 saatlıq burada Yox, təlim verilir, Maria ondan artıq olarsa Montessori. qul. Maria 100 Montessori. dairəsində hesablama. 100 Elə o da dairəsində Maria Montessori. ay sağ olun. Bəs hansı rusdur, bu da pedaqoqdur da. Nə edir? Məntiqi riyazi təsəvvürləri ilk dəfə elmə həmin bu rus pedaqoq Leoşina. Lyoşina. Aha, Lyoşina nəzəriyyəsinin özəlliyi nədir sizcə? Əslində o biraz geri, yəni daha da yaxşı nəzəriyyə, elə də yaxşı deyil idi də müəllimə. Orada uşaqlar çoxluq anlayışı var idi. Deməli, az çoxluqlardan çoxluq yaratmaq, daha sonra bir də orada nəyə görə yaxşı deyildi? Çünki uşaqlar sayırdılar, onu barmaqla sayırdılar, beynində saymırdılar. Ona görə Ay məncə. sağ ol. Yəni müsbət cəhəti odur ki, hər bir yerdə bu belə deyim, yanaşmanı reallaşdırmaq olur. Uşaqlar əşyalar, çubuqlar, barmaqları ilə sayırdılar deyə yolda da saya bilirdi, evdə də, bağçada da, harda olur olsun. Amma mənfi cəhəti də odur ki, uşaqlarda əqli fəallığı təmin etmir. Bir də uşaqlar tez bu biliyə yiyələnirdi bacarığa, sonra artıq sıxılırdılar. Əqli fəallıqda niyə biri var beynində hesablayasan, bir də var konkret əşyalar var gözün qabağında, onun üzərindən hesablayasan. Yəni mənfi cəhəti yenə qeyd edirəm, əqli fəallıq təmin olunmur, müsbət cəhəti də harda istəsən reallaşdırmaq olur. Bir də ki, uşaqlar tez öyrənir də. Yaxşı. Bir də siz mənə deyin, layihə əsaslı öyrənmə hansı yanaşmada əsas yer tutur? Emiliya yanaşması. Layihə əsaslı yanaşmada yaradıcı təfəkkürün əlamətləri öz əksini tapır. Bəli, bəli, uşaqlar yəni bir də ki, müəllimə layihə əsaslı uzunmüddətli olurdu, nəticə yönümlü təşkil olunurdu. Yəni bu elə ola bilərdi, bir həftə çəksin, bir ay çəksin. Yəni uşaqlar fikir mübadiləsi aparırdılar burada. Aha. Belə qeyd edim. Bəs əvvəl işlənmiş mövzunu yenidən işləmək olardımı Xeyr, layihə əsaslı yanaşmada? xeyr, yeni, ancaq yeni olmalı idi.
Tərbiyəçi müəllimin əsas vəzifəsi uşaqları müşahidə edib qeydlər aparmaq. O da Plokatda saxlanırdı. Hansı yanaşmadır? Emiliya yanaşması. Aha. Flokat dedikdə nəyi nəzərdə tuturuq? Portfilo bir növ yəni nəzərdə tutulur. Yəni bu uşaqların orada öz əl işləri, uşaqlara aid olan bütün necə deyim, məşğələlər, həftəlik plan falan hər biri orada qeyd olunurdu. Yaxşı, çox sağ olun. Günel müəllim. Çox sağ olun, Sağ çox olun yaxşı. müəllimə. Bəli, müəllimə, Günel müəllimə. axşamınız xeyir olsun. Hər Bəli, vaxtınız bəli, xeyir. buyurun. Siz Axşamınız mənə deyin, xeyir olsun. Piagetə görə uşaqların IQ səviyyəsini, potensialını, intellektual səviyyəsini testlərlə ölçmək mümkündür ya deyil? Xeyr, müəllimə, Piaget deyir ki, uşaq özü kəşf edərək öyrənməlidir. Yəni uşaqların intellektual səviyyəsini testlərlə ölçmək olmaz, onun tərəfdarı deyildi. Bəs uşaqlara nəsə öyrədilmə tərəfdarıdır Piaget? Yəni öyrətmək olar bu yanaşmada, bu nəzəriyyədə Xeyr, uşaqlara nəsə xeyr müəllim. məlumat vermək, suallarını cavablamaq olar? Yəni Piaget deyirdi ki, yəni uşaq özü müstəqil öyrənməlidir. Yəni öz maraqları sayəsində özlərini inkişaf etdirməlidirlər. Ay, sağ olun, yaxşı. Daha sonra hansı mərhələdir ki, burada əşya davamlılığı özünü tapır və əşya davamlılığı dedikdə nəyi nəzərdə tuturuq? Əşya davamlılığı müəllimə, yəni bu sensomotor hissi hərəkət mərhələdir, 0-2 yaşı əhatə edir. Yəni ilk vaxtında gözün önündən hər hansı bir əşya itir və o əşyanın yox olduğunu düşünür və onu həmin əşyanın arxasından ağlamağa başlayır. Yəni bu ağlamağa başlayır, bu zaman artıq başlayır başqa əşyaya istiqamətlənməyə doğru gedir. Yaxşı, siz mənə deyin, hansı yanaşmadır ki, bu yanaşmada deməli, uşaqları mükafatlandırılmaq və cəzalandırmaq qətiyyən dəstəklənmir. Uşaqlarla əks əlaqə qurmaq, onları yönləndirmək, konstruktiv rəy bildirmək vacib yer kəsb edir. Hansı yanaşmadır? Bu yanaşmada didaktik materiallar əsas yer tutur. Didaktik materiallar, müəllimə, Montessori yanaşması. Montessori. Montessori güşələri, yəni mühiti təşkil edərkən hansı prinsiplərə diqqət yetirilir? Məsəl üçün, əşyalar düzülürsə güşədə, hansı istiqamətdə düzülür? Uşaqlar üçün əlçatan olmalıdırmı? Rəflər açıq olmalıdır, yoxsa qapalı mı olmalıdır? Uşağın boyuna uyğun olmalıdır, yoxsa hündür mü olmalıdır? Daha Bəli, sonra müəllim, uşaqların azad hərəkətliyi, azad seçimi dəstəklənirmi? Bax, bunları qeyd edin. Bəli, müəllimə, güşələr əlçatan olmalıdır. Uşaqlara, yəni uşaqların yaş səviyyəsinə, boy səviyyəsinə uyğun olmalıdır. Bəli, Montessori'də azad seçim verilir uşağa. Montessori'də demək, hansı istiqamətdə dedik düzülür güşə əşyalar? Sağdan sola düzülür, müəllimə. Sağdan sola, soldan. Soldan, müəllimə. Soldan sağa. Soldan sağa düzülür. Piaget ilə Vygotsky-dən versəz daha yaxşı olar. Bu biraz Montessori'dir, Waldorf'dur. Bunları Emiliyadır, bunları qarışdırıram. Yaxşı. Deməli, gəlin Piaget-lə Vygotsky-dən verin. Bax, Piaget ilə Vygotsky-nin ortaq cəhəti nə idi? Hər iki alim də hansı fikri ilə? Hər iki alim də müəllimə deyir ki, uşaq oyun prosesində öyrənir. Ancaq bu iki alim bir-birinə zid, yəni alimlər idi. Yəni birində deyir nitqin rolu, Piaget deyirdi ki, nitqin rolu minimaldır. Vygotsky deyirdi nitqin rolu maksimaldır. Sosial konstruktivizm hansından əlaqəlidir? Kognitiv konstruktivizm hansından əlaqəlidir? Hansının nəzəriyyəsi kognitiv, hansının sosialdır? Bəli, Jean Piaget kognitiv konstruktivizmdir. Vygotsky isə sosial konstruktivizmdir. Yəni Vygotsky qeyd edir ki, uşaqlar sosial münasibətlər zamanı öyrənir. Uşaq həddən artıq ümumiləşdirmə edirsə, səbəbi nədir? Həddən artıq ümumiləşdirmə etməyi, çoxlu ümumiləşdirmə etməyin səbəbi nədir? Həddən artıq ümumiləşdirmə edirsə, deməli bu hələ tam düşüncə sahibi deyil də, müəllimə. Tam ayırd edə bilmir. Necə deyim? Səbəbi nə olar? Uşağın biliyinin çox olmağı ya məhdud olması? Uşağın biliyinin, təcrübəsinin çox, yoxsa məhdud olması? Məlumatın əskik olması yəni göstərilir burada. Məlumatın az olması. Uşağa sual verəndə ki, deməli,
ulduzlar göydə necə qalır? Uşaq deyir ki, insanlar ora həmin o Aşkalizm ulduzları onlar. bərkidir. Aşkalizm. Aşkalizm. Düz, Bəli. düzdür. Akkomodasiya ilə assimilyasiyanı necə fərqləndiririk? Assimilasiya nədir? Akkomodasiya nədir? Ümumiyyətlə, Assimilasiya Piagetə görə uyğunlaşmanın, adaptasiyanın neçə növü var? Müəllimə, uyğunlaşmanın iki növü var. Assimilyasiya və akademasiya. Assimilyasiya yəni ümumiləşdirir. Akademasiyada artıq uşaq fərqləndirir deyək. Assimilyasiyada yəni o insan yeni qarşılaşdığı vəziyyəti yəni açıqlaya necə deyim, yeni qarşılaşdığı hadisəni vəziyyətlə yəni onu izah edə bilir. Ancaq Yəni bunu sadə dildə izah etsək, nümunə ilə mənə izah edin ki, assimilyasiya ilə akkomodasiyanın fərqi nədir? məsəl üçün müəllimə, uşaq məsələn assimilyasiyada uşaq pişik şirə də pişik deyir, pişiyə də şirə də pişik deyir, pişiyə də şir deyir. Ancaq balıqlarda elə bütün balıq növlərinə yenə balıq deyə adlandırır. Ancaq akademasiyada artıq bunların yəni hər kəsin öz adından yəni tam ayırd edə bilir. Aha. Yaxşı müəllimə, çox sağ olun. Ayka Yazılan Siz müəllimə, sağ olun müəllimə. Bəli, səs müəllimə. verirsiniz. Hər vaxtınız xeyirli olsun. Deməli, müəllimə, Axşamınız siz xeyir. mənə hər vaxtınız xeyirli olsun deyin. Uşaq yönümlü yanaşma dedikdə hansı yanaşma nəzərdə tutulur? Uşaq Montessori yönümlü rejimi ilə yanaşma, Waldorf. yəni hansındadır? Hı. Waldorf. Üçü də. Uşaq yönümlü olmasa biz bu gün niyə onları öyrənək? Hər birinin ortaq cəhəti uşaq yönümlü olmasıdır. Yaxşı, bəs mənə deyin, Marie Montessori'yə görə uşaqların inkişafı iki dövrdən keçir. Bu dövrlər necə adlanırdı? İki Yaş mərhələ, iki dövr şəkildə. var. Hansı? Necə olacaq? Onu bilmirəm müəllimə. Kim demək istəyər? Aha, şuurlu, şuursuz. Hansı dövr şuursuz dövrə hesab edilir? Hansı şuurlu mənimsəmə dövrə hesab edilir? Günü bu gün də biz o şəkildə yanaşırıq. Hansı 0-2 dövr yaş şuursuz? şuursuzdur. 2 yaşından 0-3. yuxarı şuurlu. 0-3. 0-3 0-3 şuursuz. şuursuz. 3 plus şuurlu. 3-6. 3-6 şuurlu. Yaxşı. Marie Montessori yanaşmasında uşaqlara diferensial yanaşılır ya ümumi şəkildə yanaşılır? Hansı yanaşmadır ki, bir qrupda müxtəlif yaşlı uşaqlar var? O Maria Montessori'də idi ki, Hansında müxtəlif uşaqları yaşlı uşaqlar dərs keçə bilirdi, öyrənə bilirlər. aha, bir qrupda idi. Yaxşı, bəs hansı yanaşmadır ki, bu yanaşmada uşaqları yenidən tərbiyə etmək mümkündür? Çünki uşaqlara fərdi yanaşılır. Diferensial yanaşılır deyə yenidən tərbiyə edə bilirsiniz. Ən çətin tərbiyə növüdür və onu burada reallaşdırmaq mümkündür. Hansı yanaşmadır? Onu bilmirəm, yalan deyərəm. Maria Montessori'də diferensial biraz öncə dedik axı. Yaxşı, hansı yanaşmadır ki, bu yanaşmanı irəli sürən, bu pedagogikanı irəli sürən pedaqoq eyni zamanda elmə sensor mədəniyyəti gətirmişdi. Hansı pedaqoqdur bu? Mədəniyyəti irəli sürən kimdir? Elmə gətirən kimdir mədəniyyəti? Montessori. Ay Montessori. sağ ol, Maria Montessori, düzdür. Yaxşı, bəs hansı yanaşmadır ki, burada təhsili incəsənətə çevirmək əsasdır? Yəni, əsas prinsipi, məqsədi təhsili incəsənətə çevirməkdir. Və humanist ideyalar burada ön plandadır. Uşaqlara nə isə məcbur elətdirilmir. Onların istəyinə uyğun hər bir şey planlaşdırılır. Yəni, əslində spontan şəkildə keçirilir. Hansı olacaq? Waldorf. Waldorf. Elə Waldorf. Banisi kimdir? Banisi kim? Waldorf olmaz. Kim idi? Waldorf tütün fabriki ilə əlaqələndirib elə ad qoyublar. Yəni, tütün fabriki var idi Onu və bilmirəm mənim onunla adımı. əlaqə. Rudolf Steiner. Rudolf Steiner. Yaxşı. Daha sonra neçə yaşına qədər uşaqlar burada təhsil ala bilirdi Waldorf yanaşmasında? Neçə yaşına 18 kimi yaş. uşaqlar? Aha. 18 yaş. Düzdür. Bəs hansı yaşdan etibarən uşaqlara savad təlimi keçirilirdi? Yəni neçə yaşına kimi savad təlimi keçirilmirdi? Oxudu, yazıdı. Bunlar 5 yaşından başlayır da savad təlimi. xeyr. Waldorf yanaşmasına görə daha yüksək yaşdır. Hansı yaşdır? 7 yaş, 7 yaş.
Ay sonu 7 yaşına kimi uşaqlar saat təlimi keçirilmirdi. Yaxşı, bəs hansı yanaşmada deməli 3 yaşına kimi uşaqla eyni pedaqoq məşğul olmalıdır, eyni tərbiyəçi məşğul olmalıdır. Hansı yanaşmadır bu? 3 yaşına kimi eyni. Emiliya, Hansı yanaşmada ətraf aləm 3-cü müəllim hesab edilir? Yəni mühitin rolu çox vacibdir. Emiliyada Düzdür. Hansı yanaşmada 2 cür masa var? Biri dairəvi, biri də kvadrat. Hansı? 2 cür masa. Montessori, Montessori, Montessori. Düzdür. Hansı yanaşmada uşağın yüz dili qeyd olunur və yüz dili dedikdə nəyi nəzərdə tuturuq? Görməsiz Montessori, Gülnarə müəllimə. Xeyr. Hansı olacaq? Emiliyada Malaqu. Aha. Yaxşı, çox sağ olun. Gülnarə müəllimə. Sağ olun. Səmədə bax. Bəli, müəllimə. Vaxtınız xeyir. Gülnarə müəllimə, hər vaxtınız xeyir. Uşağın yüz dili dedikdə nəyi nəzərdə tuturuq? Müəllimə, yəni hər şeylə öyrənməkdə yüz dili bizdən asılıdır. Uşağı 100 cür öyrədə bilərik. İspişka çöpündən tutunuz, misal üçün kukluya qədər, əşyaya qədər. Hətta belə zibili də öyrədə bilərik, adını öyrədə bilərik. Elmə gətirən kimdir? Emiliya yanaşmasını. Banisi kimdir? Maqulisi. Reggio Emilia yanaşması nə vaxt, harda yaranıb? Tarixi unutmuşam, düzü oxumuşdum, amma unutmuşam. Yaxşı, 2-ci Dünya müharibəsindən sonra İtaliyada yaranan yanaşma hansıdır? Romada yaranan yanaşma hansıdır? Elə İtaliyada yaranıbdı. İtaliyada. Bəs Romada yaranan yanaşma hansı idi? O Montessori'dir. Montessori'dir. 1907-ci ildə Casa de Bambini məktəbinin açılışı ilə əsası qoyulan yanaşma hansıdır? Montessori. Montessori'dir. Montessori'nin belə deyim, müsbət cəhətləri nədən ibarətdir? Nəyə görə Maria Montessori yanaşması? Uşaqlarda nə kimi keyfiyyət formalaşır? Uşağın idrakını, zehnini inkişaf etdirir. Bir də ki, kiçik uşaqlar böyük uşaqlardan öyrənir. Zehni inkişaf edir. Bunlar yadındadır. Uşaqların fərdi ehtiyacına görə didaktik materiallarla təmin edilməsi hansı yanaşmaya aiddir? Maria Montessori. Əgər uşaqlar həmin o materiala yaxın getmirlərsə, həmin o vəsait o güşədə qalır, yoxsa onu əvəz edirlər və yaxud uşaq müstəqil istifadə edə bilmirsə, onu yenidən korreksiya edirlər, yoxsa eləcə də qalır orada? Yenidən korreksiya edirlər. Yenidən korreksiya edilir. Yaxşı. Maria Montessori yanaşmasının 3 əsas prinsipi nədən ibarətdir? 3 əsas prinsipi. Onları bilirdim. Prinsipləri müəllim uşağı öyrətməlidir. Əsl uşağı öyrədən müəllim lazım. O vəzifəni bacaran müəllim işləməli idi. Uşaqlar sərbəst öyrənməlidir. Unutmuşam müəllim, onları qarışdırmışam. Yaxşı, uşaqların yaradıcılığı inkişaf olunur Maria Montessori yanaşmasında? Bəli, olunur. Bəs Reggio Emilia'da? Orada da olunur. Çünki orada layihə də var. Bircə qurma işi hansı yanaşmadır? O Emiliyadadır. Tərbiyəçi müəllim əgər uşaq dərs prosesində onu bölərsə, bundan istifadə etməlidir. Çünki bu nəzəriyyədə nitqin rolu maksimaldır. Yəni əgər uşaq sənə sual verirsə, sənin sözünü bölürsə, mütləq ki, bu fürsəti dəyərləndirməlisən. Bunu hörmətsizlik kimi qəbul etməməlisən. Hansı nəzəriyyədir? Bu Vygotsky'dir, Vygotsky. Reggio Emilia yanaşmasından hansı nəzəriyyə oxşardır? Hansı sosial konstruktivizmdir? Bəli, Vygotsky ilə Reggio Emilia'dır. Piaget nəzəriyyəsi ilə də Montessori nəzəriyyəsi uyğun gəlir. Reggio Emilia yanaşmaların təməli hesab edilir, yoxsa Maria Montessori? Hansı daha erkən yaranır? Hansı fundamental xarakter daşıyır?
Ən birinci ağlımda qalıb ki, uşaq bağçasını Ferbel yaradıbdı. Amma siz Philip verdiyiniz Devil. sual, bəli, o məncə Montessori ola bilər, dəqiq bilmirəm. Friedrich Froebel'in yanaşmasının özəlliyi nədən ibarətdir? Bilməsəz, Esmira Özəlliyi müəllimə sallanıb. Özəlliyi ondan ibarətdir ki, əsas milli bəşəri dəyərləri, xalq milli bəşəri dəyərlərinin nümunəsini ön planda saxlayır. Onun üçün də ən əsas hamı tərəfindən sevilibdir. Hədiyyələr əsas rol daşıyır hansı yanaşmada? O Ferbeldə 5 hədiyyəsi Aha. var. Təbiət qoyunda dərs keçirilir hansı yanaşma? O Valdordur. Valdorfda. Bilmirəm. Bədii təfəkkür məşğələsindən sıx əlaqəli hansı yanaşmadır? Burada çoxlu nağıllar, Valdorf. hekayələr oxunur. Hansı? Bəli, müəllimə. Valdor. Valdorfdur. Yaxşı. Bəs məntiqi riyazi təfəkkür məşğələsindən sıx əlaqəli hansı yanaşmadır? O da Montessori'dir. Maria Montessori'dir. Yaxşı, çox sağ olun. Esmira müəllimə. Sağ olun müəllimə. Təşəkkür edirəm. Sağ olun. Salam axşamınız xeyir. Hər vaxtınız xeyirli olsun. Esmira müəllimə, siz mənə deyin, ətraf alimin tanışlıq məşğələsindən sıx əlaqəli hansı yanaşmadır? Piaget. Piaget yanaşması. Piaget olmaz yanaşmalardan. Hə, yanaşma. Hansı yanaşmadır ki? Burada. Belə qeyd edim. Ətraf aləm üçüncü müəllim hesab edilir. Hansı yanaşmada? Mən belə bir şey deyim, mən sıfır baza ilə qatılam, yəni hazırlaşım. Sizin keçdiyiniz dərslər qədər bilirəm. Yəni ondan artığını bilmirəm. Yaxşı. Onda Piaget bu gün izah etmişəm də, ondan danışaq. Bax, siz mənə deyin. Deməli, sinkretizm dedikdə nəyi nəzərdə tuturuq? Sinkretizm məsələn, əşya qoyduq, deyək qəpiklər, onların bir-birinlə məsələn, birini səpələyirik. O hansı çox yer tutursa sinkretizm, əgər desinkretizm varsa, burada uşaq onun eyni miqdar olduğunu başa düşmür, səpələnmiş halda olanın daha çox olduğunu düşünür. Amma sinkretizm pozulmayıbsa, yəni o inkişaf edibsə daha doğrusu, uşaq hər ikisinin də eyni miqdarda olduğunu başa düşür. O konservasiyadır, yoxsa sinkretizm? Hansı olacaq? Konservasiya anlayışıdır, yoxsa sinkretizmdir? Şeylə qarışdırmayın, məcazi mənasız. Məcazi mənada olan hansı? Məcazi mənada deyilən söz. Bəli, sinkretizm o deyə idi. quş uçdu. Hansı olacaq Bəli, indi? Sinkretizm Yaxşı, məcazi mənasız sözlərdir. O Və digər. yaxud yenə gedim, hadisələri bir-birinə bağlamaq, it hürməsəydi quş uçmazdı və s. Vygotsky yanaşmasına əsasən şəxsi təcrübə əsas rol oynar, yoxsa sosial münasibətlər? Sosial münasibətlər. Vygotskyyə görə uşaq zonalarda öyrənir. Yəni uşağın öyrənməsində cəmiyyətin, ailənin, hər bir şeyin yəni rolu böyükdür onun üçün. Sosial əlaqələrin rolu daha böyükdür uşaqların öyrənməsi üçün. Düzdür. Qaydalar nə qədər olmalıdır? Qayda hazırlayarkən 3-5 diqqət yetiririkmi? maksimum. Qaydaları möhkəmləndirmək üçün nədən istifadə edirik? Bəli. Necə deyim, lövhələrdən, yəni plakatlardan. Plakatlardan, illüstrasiyalardan. Düzdür. Ardıcıllıq, alqoritm, fəaliyyətlərin ardıcıl yerinə yetirilməsi hansı mexanizmdir? Hansı mexanizmdir? Prosedur. Ardıcıllıqla yerinə yetirir. Düzdür. Prosedurlar məhdud olur, yoxsa çox olur? Yəni nə qədər istəyirsiniz prosedur tərtib edirlər? Prosedurlar məhdud olur, yəni az olmaq uşaqların anlaması üçün daha yaxşıdır. Anlaşılır olması. Çox olur. Prosedurların sayı məhdud deyil. Məhdud olan qaydadır, bir də ki, gözləntidir. Yaxşı. Daha sonra siz mənə deyin. Normal tədris mühitinin saxlanılması üçün təlimatlar sistemidir dedikdə nəyi nəzərdə tuturuq? Gözləntini yoxsa proseduru? Gözlənti. Gözlənti neçə cür olur? Müsbət və mənfi. Müsbət dedikdə hansı gözlənti, mənfi dedikdə hansı gözləntilər nəzərdə tutulur?
Müsbət dedikdə məsələn, uşağı inkişaf etməyə sövq edir. Uşaqda yeni bacarıqların, necə deyim, uşağı yəni müsbət tərgim belə deyək. Mənfi yanaşmada uşağa yəni adından göründüyü kimi yəni mənfi təsir edir. Yəni daha çox müsbət gözləntidən istifadə olunur. Məsələn, hamıya məsələn hörmətlə yanaş. Yəni də inkar sözləri mamə deyək də şəkilçilər istifadə olunmamalıdır. Sadəcə müsbət kəlmələr qurulmalıdır. Uşaq bu zaman onu əməl etməyə daha yatkın olur. Sən Yaxşı, bacararsan. müəllimə, çox sağ olun. Çox sağ olun. 7 dəqiqədən sonra digər dərs qrupum başlayır. Ona görə yekunlaşdıracağam. Digər müəllimlər də biraz sual verib. Aynur müəllimə. Bəli, müəllimə Bəli. buradayım. Bəli, mən Aynur buradayım, müəllimə, buradayım. siz mənə deyin, hansı yanaşmada fasilitator vacib rol oynayırdı? Montessori yoxsa Reggio Emilia? Emilia. Montessori gözə görünməzdiniz. Aha. Emilia. Yaxşı. Hansı yanaşmada valideynlərlə sıx əməkdaşlıq var? Sıx əməkdaşlıq Emilia'da. hətta gəlib. Əslində Hı hı. üçündə də var idi. Emilia'da daha çoxdan. Düzdür. Misal üçün Montessori'də nə məqsədlə əməkdaşlıq edir? Mühitlə tanış edir ki, valideyn də evdə həmin o mühiti qursun uşaqlar üçün və müstəqil inkişafını dəstəkləsin. Amma Reggio Emilia yeni metodlarla valideynləri tanış edir ki, onlar o yanaşmanı tətbiq edərək uşaqları inkişaf elətdirsin. Daha sonra hansı yanaşmada dünyəvilik prinsipi pozulur? Montessori. Hansı yanaşmada əqli öyrənmə, yəni idraki kognitiv öyrənmə ön plandadır? Montessori. Montessori, Reggio. Hansı Montessori. yanaşmada emosional öyrənmədir? Montessori deyil də mən. Xeyr. Və burada uşaqlar Bilmədim əsl onu. vətəndaş kimi yetişir. Emilia. Emiliyadır. Uducu ağıl hansı yanaşmadır? Süngər, uducu ağıl. Həmçinin burada 3 saatlıq dərs qul məktəbi hesab edilirdi. Qol məktəbi bilmirəm. Mən bu Montessori olar. Montessori düzdür. Uducu ağıldır da, ağılla bağlı idrakidirsə Montessoridir. Hansı yanaşmada hisslərin inkişafı ön plandadır? Montessori. Xeyr, hansı yanaşmada hisslərin inkişafı? Burada həmçinin demokratiya insan hüquqlarına hörmət səriştəsi də dəstəklənir. Humanist ideyalar burada ön plandadır. Valdorf mən. Tərbiyəçi müəllim uşaqları həvəsləndirməlidir, ruhlandırmalıdır. Hansı yanaşmada? Həvəsləndirir. Və Valdorf. uşağın azadlığına da üstünlük verilir. Hansı yanaşmada? Valdorfdur. Əvvəlcə Azadlıq. tanışlıq, sonra təcrübə, sonra müxtəlif anlayışlar və Valdorf. sonda həqiqi Valdorf. öyrənmə baş verir. Valdorfdur. Valdorf. Uşaqların erkən yaşdan inkişafına yönəlir. Hansı yanaşma? Mən Montessori olarım. Üçü də. Montessori'də. Ümumiyyətlə hər biri. Erkən inkişafdan. 18 yaşına qədər uşaqlar burada təhsil alır. Hansı yanaşmadır? Valdorf. Tələb yönümlülük pozulur. Hansı yanaşmadır? Valdorf. Nəyə görə tələb yönümlülük pozulur? Çünki mən burada internetdən istifadə edilməməsi. Odur da. İnformatik kommunikasiya texnologiyalarından və yenilikdən istifadə olunur. Sivilizasiyadan uzaqda hansı yanaşmadır? Valdorf. Düzdür, çox sağ olun. Ayan Mahir yazılar. Çox Sağ olun müəllimə, necə saxlamışsınız? Çox sağ olun, yaxşı olasınız. Bioloji yanaşma, Piaget ilə ortaq cəhəti olan yanaşma hansı yanaşmadır? Piaget ilə ortaq cəhəti olan Montessori'dir. Mənəviyyata üstünlük verilir. Hansı yanaşmadır? Mənəviyyata üstünlük verilir. Burada Valdorfdur. Valdorfdur. Nağıllardan, hekayələrdən, incəsənətdən geniş istifadə hansı yanaşmadır? İncəsənətdən geniş istifadə Emiliyadır. Nağıllardan Valdorfdur. Bu Valdorfdur. Nağılları Xeyr, incəsənətdən geniş istifadə Valdorfdadır. Emiliya. Valdorf. Valdorfdur. 7 yaşına qədər uşaqlara dərs yükü verilmir, azaddırlar. Hansı yanaşmada? Valdorfla nə dərəsindədir? Hansı yanaşma ilk başlarda sim uşaqlar üçün nəzərdə tutulurdu, yəni idiot uşaqlar üçün? Montessori yanaşmasındadır. Marie Montessori. Hansı yanaşma
elmə gətirən Loris Malaguzzidir. Hansı yanaşmanın banisi Loris Malaguzzidir? Emilia'nın yanaşmasında. Hansı yanaşmanın banisi deməli Rudolf Stirnerdir? Waldorf yanaşmasının. Maria Montessori yanaşmasının banisi kimdir? Malaguzzi. Xeyr, Malaguzzi Emilia yanaşmasının banisi deyilmi? Emilia Maria yanaşması. Montessori'nin. Malaguzzi Emilia'nındır. Aha, Maria Montessori də kimdir? Maria Montessori'dir. Elə özü, ay sağ olun. Bəli. Uşaqlar layihə zamanı işləyərkən vaxt verilir, yoxsa vaxtdan azaddırlar? Yəni sərbəst şəkildə uşaqların tam bacarıqlarını sərgiləməsi üçün şərait yaradılır. Yəni təsir altında gərginliklə belə deyim, işləmirlər uşaqlar, rahat, azad şəkildə işlərlər. Hansı yanaşmadadır? Azad Waldorf yanaşmasındadır. Baxın, layihə zamanı uşaqlar işləyərkən uşaqlara vaxt verilir, yoxsa deyir ki, siz vaxtdan azadsınız. Necə olur? Yəni konkret deyirəm ki, bunu bir həftəyə yekunlaşdıracaqsınız, yoxsa deyirəm nə vaxt istəyirsiniz yekunlaşdırın, əsas odur ki, bir problemin müxtəlif həlli olun. Hə, uzun müddətli Emilia yanaşmasıdır. Aha, Reggio Emilia. Yaxşı, hansı yanaşmada uşaqlar problemlərin öhdəsindən müstəqil şəkildə özləri gəlirlər? Yəni gəlmə bacarığına sahib olurlar. Montessori yanaşmasında. Reggio Emilia'da olmur ki. Reggio Emilia ilə, amma ən çox məsəl üçün Montessori'dir. Burada müəllimə Emilia'da da layihə əsasında işləyirlər axı, müxtəlif yollar tapırlar, həlli yollar tapırlar problemin. Məncə burada da uşaqlarda müstəqil problemin öhdəsindən gəlmə bacarığı. Sırf liderçilik desək, liderçilik hansıdır? liderçilik Montessori'dir. Bunun ikisində də var. Ancaq məsəl üçün liderçilik Montessori'dədir. Amma hər ikisi də Emilia ilə də hər ikisi də uşaqlar müstəqil öyrənir. 2 yaş qrupu var. 4 ay. Deməli, 3 yaş, 3 yaş, 6 yaş. O Reggio Emilia'dır. Reggio Emilia. Bir qrupda müxtəlif yaşlı uşaqlar hansıdır? Montessori'dədir. Bir qrupda müxtəlif 2 yaşlı. mərhələ var. Aha. 0-3 yaş şuursuz, 3-6 yaş şuurlu mərhələ. Montessori. Düzdür, çox sağ olun. İlahə müəllimə. Təşəkkür edirəm. Axşamınız xeyir Safiyə müəllimə. Hər vaxtınız xeyir. Müəllimin müdaxiləsi azdır, amma əməkdaşlığı var bu yanaşmada. Yəni bircə qurma işi, ünsiyyət, sosial münasibətlər bu yanaşmada dəstəklənir. Hansı yanaşmadır? Emilia nəzəriyyəsində, Emilia yanaşması. Reggio Emilia. Uşaqların dəyərləndirilməsi olduqca vacibdir. Yəni uşaqların inkişafı izlənir, qeydlər aparılır. Hansı yanaşmada? Portfoliodan geniş istifadə olunur. Emilia'da. Emilia'da yanaşmasında. Gəzintidir, ekskursiyadır, layihələrdir. Bu yanaşmada vacib, yəni ümumiyyətlə xarici mühit vacib rol oynayır. Hansı yanaşmadır? Hətta 3-cü müəllimə hesab edilir. Emilia. Emilia yanaşması. Sağ olun. Təbiiliyə mühüm yer verilir. Hansı yanaşmadır? Yəni, məsəl üçün taxtadan istifadə olunur. Uşaq qab yumaq istəyirsə, real imkanlar yaradılır. Yemək bişirmək istərsə, birbaşa mətbəxə aparılır. Hansı yanaşmadır? Yanaşmasıdır. Waldorf yanaşmasında. Waldorfdur. Rəqəmsal savadlığa yer verilmir. Hansı yanaşmadır? Rəqəmsal o da Waldorf yəqin ki. Bəs rəqəmsal savadlığa yer verilir daha çox. Hansı yanaşmada? Burada didaktik yanaşma orada üstünlük təşkil edir. Didaktik yanaşma. Layihə zamanı biz rəqəmsal savadlılıqdan istifadə etmirik, yəni inkişaf elətdirmirik. Layihələrdə işləyir. Emilia yanaşmasında. Bütün yanaşmalarda uşaqların müstəqilliyi dəstəklənirmi? Bəli, 3 yanaşmanın içində də dəstəklənir. Ay sağ olun. Düzdür. Hər bir yanaşmada əməkdaşlıq vacibdirmi valideynlərlə? Bəli, müəllimə. Üçündə də var, Emilia'da da var, Montessori yanaşmasında da var. Daha sonra bu oyunlara, dərsə gedişirəm. Burada oyunlara yer verilir. Yəni oyunlar bu yanaşmalarda da vacib rol oynayırmı, yoxsa də vacib deyil? Emilia'da da var, Montessori'də oyunlara əsas verilir. Əsas nəzər etmir. Yaxşı, bəs ümumiyyətlə Reggio Emilia yanaşmasının özəlliyi nədən ibarətdir? Yəni üstünlüyü nədədir? Burada əsas uşaqlara üstünlük verilir, bir də valideynlərlə əməkdaşlıq əsas götürülür.
İkisindən də. Və oyun əsas oyundur, oyunu da əsas götürürlər. Əsl vətəndaş kimi uşaqları böyütmək fikrində belə yanaşması. Yəni uşaqlar öz hisslərə önəm verilməsi məncə. Fəlsəfəsi elə hisslərlə, uşaqların hisslərinə diqqət yetirilməsi, yəni emosional cəhətdən vacib hesab edilir. Düzdür? Emosionallıq burada vacib hesab edilirmi? Emiliyada bəli, emosiyalara üstünlük verilir. Düzdür. Yaxşı, dedik yenidən tərbiyə hansı yanaşmada mümkündür? Yəni diferensiallıq Necə hansı yanaşmada alınır? Diferensiallıq. Diferensiallıq Emiliya yanaşmasında. Emiliya olmaz. Diferensiallıq nəzərə alınır. Eyni zamanda Montessori'də məşğələ ilə sıx əlaqəlidir bu yanaşmada. Montessori modelində. Hansı? Maria Montessori'də. Yaxşı, çox sağ olun müəllimlər. Yekunlaşdırıram. Çünki dərsim var, dərsə yetişirəm. Çox sağ olun.